Ulu Tanrı inadıyla. Bu günləri beyin mühəndisliyinə qarşı əski Türkçə proqramının, əski Türkçə kitablar proqramının 299-cu bölümünü başlayıram. Geçmiş gün məcbur oldum ki, 2 bölümdə kitab oxumağa, bir kitabı oxumağa çalışım. Olmur. Amma bunu deyim ki, dünkü o kitab ki oxuduq, mənə çox gözəl gəldi, yazısı, inşası zadı çox gözəl gəldi, sevdim kitabı. Gedək görək bu günləri bizim atalarımız, analarımız keçən min ildə yazdıqları kitablardan, ərəb əlifbası ilə, türk ərəb əlifbası ilə yazdıqları kitablardan ki, bizə miras olaraq ən önəmli mirasları dil və yazıdır, nələr bizə miras qoyublar. Onlardan daha biri ilə tanış olaq. Bir Dərviş Xakini oxuduq. Gedək bu günləri görüşək. Dürəl-İlticani fi tarix Bəni Əşkan. Bu Bəni Əşkanın üstündə çox davam var. Yəni Əşkaniyan ki deyirlər İranda, onların üstündə çoxlu şey var. Rıza Şahacan və Rıza Şahın da hətta bir müddət üstündən keçinə qədər, bəlkə də Məhəmməd Riziyəcən, yadımda deyil, dostlardan biri bunu danışıbdır. Allah sağlıq versin inşallah. Çox uzun bu Əşkaniyan məsələsi haqqında danışıbdır. Və onun dediyinə görə, Ağbayraq cənablarının buyurduqlarına görə, kitab filan ilin mədrəsələrində, yəni İbtidai Rahnamai Dəbiristanda, filan ilin də buyururlar. İləcən o kitablarda Əşkanilər, Türk təbarani, vəhşi, biyabani, filani, bəhmani, beləsi tohinlərlə, təhqirlərlə, əlbəttə ki, biz köçəri olmuşuq, yəni insan əslən köçəri yaşayıbdır, çox uzun zaman. Və köçərilik bir dana ictimai, siyasi, nizami bir hərəkət imiş öz zamanında ki, ordudan sürətlə hərəkət edilmiş. Çünki bir millət ki, daimən hərəkəti başara və hərəkətdə ola, o əvvələn təslim olmaz, ikinci, ya qaçması, ya vurması çox sürətli olar. Yəni, bir özü stratejidir, yəni çox böyük stratejidir. Siz indi Amerika istir həmləni eləsin, məsələn, İrana, neçə aydır ki, bu gücləri aparır, getirir. O halda ki, köçəri daimən hərəkəti hazırdır. Zindecanlığı onun üstündə hesab olur və hərəkət edir, sürətlə eləyə bilir ki, əslən bu yaşamı budur da, yaşamı bir ordusal yaşamdır, hərəkət içində yaşamdır və bilirik ki, hər nə hərəkətdə olsa inkişaf elər, hər nə ki hərəkətdə olmasa inkişaf eləməz. İndi gələk bugünkü kitab dedik ki, təəssüflə bu görünür ki, bu kitab tarixi, burada yazıb ki, tarixi Əşkaniyan Dürəl-İltican fi tarixi Bəni Əşkan təlifi Məhəmməd Həsən xan Etimadüssəltəni Beküşü və Ehtimami Nemət Əhməd. Qiyməti də 250 tüməni, 2500 tümən imiş. O zaman 2500 tümən. Hangi zaman imiş? Bunun tarixini qoysa, oradan görərik. Yenə ikinci səhifədə burada bir həman şeyləri yazıbdır. İran-ı Bastan 1539 deyə bir ehtimalən İran tarixi, bu Pəhləvi dövründə onu qoymuşlar. Əgər o olsa, yəni ikinci Pəhləvi dövrünəcən belə imiş. Kitabxane Təxəssüsi Tarixi İslam və İran 1374-də iskan olubdur bu kitab. Yenə adın yazıbdır və burada Xiyaban İnqilab Maarif Danışgah Tehran Pasaj Zurufçi Dürəl-İltican fi tarixi Bəni Əşkan, tarixi Əşkaniyan, təlifi Məhəmməd Həsən xan Etimadüssəltəni Bekuşiş və Ehtimami Nemət Əhmədi çap etmiş. Burada da səhifələrini görürük. PDF yazır ki, 861 səhifədir. Burada da fehristinə baxanda görürük 837 səhifəni şey qoyubdur, fehristinə gəlibdir.
burada becai müqəddəmə bir farsça bir şey var. Əgər farsça olsa dedim oxumayacağam. İlla bu ki fəqət istəyən bu əşkanilərə görə əgər görün bir şey yazmışsa onu görək ki bu kitab nə yazıbdır. Əvvəldə gələ becai müqəddəmə onlar mühüm deyil. Burada Nasreddin Şah gördüm. کمشانش گفته شد این کتاب در 3 جلد نخستین بار در سالهای 1358 1359 و 1310 در تهران با çap سنجی به çap رسیده. Yəni bu onlar qəməri ili deyir də ehtimalən. Çünki şəmsi il bunlar olsa inqilabdan sonra olar yəni əslində. 1358 1359 və 1310. Neməti Əhmədi bura bir şey yazıb, bir dənə mücəssəmənin başını, bir dənə heykəlin başını görürük. Yeki az padişahın əşqarın qərnisi miladi taza bir ayrısını qoyubdur. Mücəssəmə şah əşqani 2 qarn qəbl az milad. Miladdan öncə diqqət buyurun ki, miladdan 2226 il keçir dediklərine görə. Bu 200 il ondan öncəyə bir əşqani padişahının mücəssəməsidir. Bu birisi neçə idi? Bunu biraz kisildim ki səhviyyə yerləşsin. Hədə yekəz padişahın qərni 2 milad. Bu da 200 il, yəni 100 il, 110, 120, 130, 150, 160 belə bu zamanların şeydir. Bu milada hələ Məsihin doğulmasına 200 il qalan şeydir. سر به اندازه سر واقعی آدمیان از مفرق متعلق به پیکره یکی از بزرگان اشکانی پیدا شده در شامی نزدیک مالمیر. Bu da gördüğümüz heykəllərdən biridir. Mücəssəmə یک şahzadə əşqani az bronz 2 qəbl az milad. Bu da yenə miladdan 200 il öncə. Bunun paltarlarına da baxmalı olar əlbəttə. Paltarın formu da burada görsənir. سکه های اشکانی نقش مهرداد دوم قرن دوم و اول قبل از میلاد و beləsi bunlar görürük bu şahların əkslərindən zadından. Bu nə mənədir? گچبری در کاخ اشکانی کوه خواجه سیستان. Bu da bir nəqqaşidir, ehtimalən divardır. Bu da şairi ساغر شاخگون از آج Fərhənc Məşriqi Musko. Bunlardan geçək bu əkslərdən, nəqqaşilərdən bu nə mənədir? Şikari Cəvəzn و Xülasə از tarix İskəndər. İskəndərlə işimiz yoxdur. در مجملی از احوال سلسله سلوکیان. Sulukiyandan da işimiz yoxdur. Əgər bu farscadır, çox da istəmirəm bundan işim olsun. Əvəzin ki bunu baxaq, bunu bağlayaq. Gedək burada deyək ki Pəhləvilərdən öncə burada da olur Göhləvilər, Pəhləvilərdən öncə hansı tarixi bulgular var imiş ta belə əşkanilərin kökü hansı ulusa dayanırmış. Görək ki, burada əşkanilərə görə bir söz deyir ya yox.
Çox gözəl və yerli bir sualdır. Əşkanilər, Əşkaniyan, Araşkaniyan, ər kəlməsini burada gətirdi. Pəhləvilərdən öncə İran və ətraf coğrafiyada mühüm rol oynamışlar. Ağır və nizamlı bildirim. Əşkanilərin tarixi nereden başlar? Əşkani dövləti təqribən miladdan 247 tarixində qurulmuş. Miladdan öncə 247 tarixində qurulmuş. Miladdan sonra 224-də qədər davam etmiş. Yəni 400 il civarında. Yəni Helenisti Suluki dövrədən sonra Sasani Pəhləvilər dövrəsindən öncə. Bu mənada Əşkanilər, Sulukilər, Əşkanilər, Sasanilər arasında bir köprü dövlətdir. Əşkanilər Pəhləvilərdən necə öncədir? Aha, getdi burada Pəhləvilər şey. Mən Pəhləvi dövrünü dedim. Bu başqa bir şeyə getdi. Əslən o mənim sualım bu değildi. Bu kitabı bağlayaq və gedək başqa bir kitab açaq ki, türkcə olsun. PDF-i hamısı digital format. Nə deməkdir bu? Azərbaycan Demokrat Firqəsinin bu dostumuzun kitabıdır, göndəribdir, sağ olsun. Bu kitab çox önəmli bir kitabdır. Azərbaycan Demokrat Firqəsinin İstiqlaliyyət bildirişi. Burada bu 197 səhifəlik bir kitabdır. Əlbəttə bunun mən eşitdiyim qədər qərardır ki, bunun şeyi də çıxsın. Çapı da əlbəttə çap eləməyəcək, amma farscası da çıxacaqdır və türk əlifbası da çıxacaqdır. Azərbaycan Demokrat Firqəsinin xülasələrin istiqlaliyyət bildirişi. İstiqlaliyyət bildirişi türkcə farsca. Bu da həman kitabın türkcə farscadır. İstiqlaliyyət bildirişi bu da ərəbcədir. Bunu da geçək. İstiqlaliyyət bildirişi bu da bir ayrı formatidir. 4 formatda burada gəlipəs onlar vardır. Məhkumiyyət, nəqs kəramət insani və rəftarhay müqayib və usul hüquqi bəşər. Bunlar çünki şeydən indirmişəm. Tamam. Kitablar qutarıbdır əslində. Yəni biz buradan o türkcə kitablar ki oxurduq, onlar qutarıbdır, amma buradan 14 dəqiqədir şeydən danışırıq. Məncə gedək kitabları indirək. Əlyazma yenidən gedirik Azərbaş kitabxanasına. Məxdutat Türki, nüsxə xətti Türki, əlyazmalar. Bu adla yazsaz gələr. Gedək görək ki, burada nələr var və biz hangi kitablar görürük. Türk əlyazmalar, mənsur. Bu hansıdır bilmirəm ki, indi bu ha zaman gəlibdir bunlar. Desambrın 19-undan bunlar taza gələnlərdir. Behcətil Fətavi. Bunu qoyaq gəlsin, görək ki, burada nə vardı. 5 risalə 1293-də yazılmış olmuş ola. Tamam, bunu ötürək geçsin. Yığılmış məcmuələr, o da gedirək şərəf-i insan. Bu cəlib olar mənim üçün. Görüm ki, şərəf-i insandan mənzurdur. Yəni və qanunnamə cədid. Bu da taza nəzərimə gəldi. Təcvid, ərəbcə dil qaydələridir. Təbirnamə. Bu da geçsin. Yığılmış yenə geçsin. Mənzumə, hikayələr. Təcvid, yenə mənzumədir. Məhmudiyyə. Şəmsi. Görək bu divan-ı şəmsi nədir? Hikayət-i Dam-ı Bəla 1259-da yazılıbdır. Qəməri. Bir nağıldır, hikayətdir. Ondan da geçək. Əhməd Paşanı oxumuşuq. Yadıma gələn, yığılmış. Elmi xitab. Bunu açaq ki, xitab görək ki, məntiqdə olan bəhs. Fətavi məşayix əş'ar. Əcaib məxluqat. Fikirəm bunu da görmüşük. Molla Səid risaləsi. Görək bu Molla Səid nə mənə deyibdir. Ruhi kəlam.
ترچیب بند حنیف، جواهر اسلام، Risale-i Tənbih-i Qeyb, Husna 948 Hicri qəməridə yazılmış olan bir kitab görünür. Eşq-i Rəsulullah fəsl əvvəl özü də. Bunun ehtimalən fəsilləri çox olacaq. Qəsidə-i Muləvi Şərif, Divan-ı Həzrət Fuzuli Rəhmətullah varımızdır, Divan-ı Sabit, yığılmış əsər, Namaz Əhkam, Cahi Ömər, Əcaibül Əsrar, Nəşşəqət ya Nəşqət, bu nə deməkdir? Bunları bir neçə risalə, bu da açaq görək ki, nə deməkdir? Şəcərə-i Peyğəmbəri, Qanunnamə. Görək bu qanunnamə nə olacaqdır? Elmi inşa. Bunlar nəzərimə gəlir ki, bir iddəsi mən öncədən sübh, fəsx-i nikah və rizaə olan surətlər, fikri məsələdir. Mənzumədə mürğ, Nəsab ərəbi türki, elmi xiyal, Əhməd Nəzif. Görək ki, bu nə haqda bir məsələdir. Əcr Cəzil 8 səhifə qalsın. Əş'ar yığılmış, elmi təcəlli. Bu calib olacaqdır. Təcəlli haqda göylüm çox istəyir ki, bir şeylər oxuyayım. Mənzumə yazmayıb kimdən, amma bir dənə mənzumədir bu. Açaq görək ki, nə vardır? Yığılmışlar çox istəmirəm. Divan Nəzmi Türki və Hindi. İndi bu Nivandır da. Sözlük Risale-i Təfasir Şərifə 450 il bundan öncə yazılmış. Divan-ı Əsgəri, Qalib Dedə, Eşq Əş'ari, Əş'ar, Şərh-i Ədiyyə, Sözlük Farsça Türkcə, Təracümə, Əhkam və Fətava, Divan-ı Həzrət Fuzuli 1006-da yazılıb. Yəni 441 il öncə yazılan bir divandır. Əlbəttə bu çox yaxşı olar, bunları müqayisə eləyədəm. Görək ki, hansısında Mənzumə-i Yusuf Züleyxa, əcəba türkcədir ya farscadır? Orası Leyli və Məcnun Həzrət Mövlana Fuzuli, bu fikir edirəm ki, farscadır. Amma yenə indirək, əgər farsca olsa oxumayacağıq. Divan-ı Mühibbi Həzrəti Sultan Süleyman Qanuninin kitabını öncədən indirmişik. Məktubə, Mənaqib-i Xəttatan Nəfszadə, Mənaqib-i Xəttatan Nəfszadə risaləsi, İmad-ı İslam, bu görək nədir? Şəcəri məktub nə deməkdir? Rıza Gülşən, Osmanlı sultanlardan 22 səhifəlik bir kitabdır. Hikmət-i Fəzail 4 kitab. Elm-i Riyazi, bu haqda da çox olduğumuz üçün. Vəsiyyət-i Fəqir, calib olacaq. 970-də yazılıb, yəni xududən 500 il öncə. Nikah-ı Məqud, calibdir, bunu da öyrəşməyimiz yaxşıdır ki, nə cür baxıblar. Sözlük gene də vardı. Qanunname Dövlət Qahiri Osmani, bu calibdir. Bunu hətmən oxumalıyıq. Duai Qəraət-i Quran, Həlimi Lüğati. Həlimi Lüğati ehtimalən lüğət olacaqdır, amma mən istəyirəm lüğətdə indirməyəm, bəli bu calib gəldi nəzmə. Divan Hüseyni Sultan İmparatoriyi Türk 890 qəməri. Bunu indirək görək şey nəmədir? Təvarix Muluk, təqvim 320 səhifəlik bir təqvimdir. Görək ki, nə cür bir şey olacaq? Sözlük, Cərrahnamə Tibb, bunu fikir edirəm ki, oxumuşuq. Bilmirəm ki, həman deyə yoxdur. Biraz
şəkk elədim. 870 qəmərlikdə deyir yazılıbdır. Qoyaq olsun, download olsun, görək ki, Divan Ətai Nəfhətül Əzhar. Görək bu Ətai divanları hər halda görməyimiz yaxşıdır. Həzrəti Füzulinin divanı Tazaşdan 1003-də yazılmış bir divan. Bunların müqayisə üçün yaxşıdır. Yəni adam el istəyə bunları bir-birinə qarşı çıxada görə ki, nə cürdülər? Külliyat-ı Nəf'i Mənzum Farsca Türkcə. Elmi vücud calibdir. Bunu həttəmən göylüm istəyir ki, Hənəfiyyədən, Hənəfiyyə məzhəbi olacaqdır. O haqda bir göz duası Sirri Furqan. Çox kiçik bir 16 səhifəlik bir kitabdır, amma olsun. Əqd-i nikah belə yazılır. Görək ki, o zaman nə cür yazılmışlar. Varqa və Gülşah nağıldır. Baxaq görək ki, nə cür bir nağıldır. Hediyyət-ü Salikin. Biraz bu kitabların ziyarət adabı. Uqyanus-u Bəsit. Həttəmən buna baxaram. Bu göz sevdiyim kitabdır. Ubeydullah xan Divanı. Fikir eləmirəm bunu görmüş olaq. Əhkam-ı Gedaq qırağa. Lüğət-i Nimətullah. 500 səhifəlik, 518 səhifəlik bir kitabdır, lüğətdir. Məqtəl. Bunu görmüşük, fikir eləmirəm görmüşük, amma bilmirəm, həman da yoxdur. Məqtəli indiraq, çünki bunun haqqında bir dana oxumuşuq. Əş'ar Farsça Türkcə, Divan-ı Ubeydullah xan Səbərqəndi. Əcəba bu üstdəki ilə nə fərq var? Bu iki dananı biraz dəyişdirək, görək ki, Əş'ar, yenə də indiraq, Təkəloğlu. Bu da bir nağıl olacaqdır, baxaq. Yusuf Züleyxa, əcəba indirdik ya, yox. Əhkam Oqaf, Oqaf haqqında Divan-ı Fəzilət. Təzkirə Əl-Qur'an. Bu Qur'an da yaxşıdır, görək bəlkə türkcə olsa. Mənzumə Risalə-i Muhammədiyyə. Lüğət-i Ərbəə, Lüğət-i Şahidi dədə. Yəni çoxlu, indi bilmirəm, bunlar lüğətdirlər ya yox. Məsələ budur ki, mən bunları beləsi geçirəm, bəlkə bunlar lüğət deyil. Bu lüğət-i Ərbəəni qoyaq burada, burada da lüğət-i Şahidini gətirək, görək ki, nədir? Amma mən istəyirdim biraz Təsnim-i Muhammed sallallahu aleyhi və səlləm, bunu da çeyləyək. Yığılmış əsərlər, təharət, mənzumə, elmi hal. Fikirəm bu elmi hal haqqında kitab oxumuşduq, amma bilmirəm həman deyə yox. Qəsidə-i Bərdə. Carullah sözlüyü. Dibaçi Divan-ı Mevlana Həzrət Füzuli mənzumə. Cəvahirül Hikmət. Bu hikmət haqqında Həqiqət-ü Səada, bu haqda bir şey. Nami-i Fazil. Görək xanımlara nə cür baxılmışlar. Elmi hesab indirmirik, çünki zorumuz çatmırıq. Mənaqib-i Sultan-ı Oliya Şeyx Səfiyyəddin Ərdəbili. Bunu həttəmən görmüşəm, ehtimal verirəm. Məsnəvi Şərif şərhi. Burada 300 səhifəlik, 374 səhifəlik bir kitabdır. Onu indirək. Təlim-i Ulum. 1510 hələ gəlməyibdir. İlla ki bu bir 1510 səhifəlikdir. Çox böyük bir kitabdır əslində bu. Gəldim kitabın sonuna. İndi mən o şey ki göylüm istirdi. Deyəm ki, məsələn, hikmət. Bu haqda görə kitab gətirə bilir ya yox. Əl yazma. Hikmət-i Fəzail 4 kitab. Tamam, bu gəlsin. Bu birisi nədir? Hikmət 160 səhifə. Fikirəm bunu indi vurduq. Bəli, vurmuşuq. Bunu vurmuşuq, elə açıldı da, tamam, ona alsın. Hikmət 1286 səhifə. Bu da elə vurmuşuq, açıldı, tamam. Bu nədir? Elmi Tibbi Hacı Paşa Müntəxəb-i Şəfa oxumuşuq. Bunu elmi hikmət mənzumu. Çox calibdir bu. Bu da elə həmandır. Allah Allah açıldı, yəni bu da açılıbdır.
شرح جلوستان، جلوستان سعدی، سلاطین داستانی، روزنامه جدید، روزنامه جدید، رسائل خمسه صادق ارزنجانی، طرق ve ahval ulema. Galipti bu ikisini de indiraq. Risale-i Ceyb, Təvarix, Darul Aşiqin Mənsur. مقاله درباره تاریخ مبارک شاه، مظهر ترکی. Calib kitab olacaqdır. Divan Qəzəliyyat Nəvai, bunu indirmişik. Yeni Dünya Tarixi Amerika tapılısı. Bu öncədən bunu indirmişik. Bunlar ki açılır, bunları öncədən indirmişik. Görürsünüz ki oxumuşuq burasını. Əhməd Əvail Dürr-i Məknun Əcayib 180 səhifə. Bu da bunlar ki görsənir beləsi, bunları şey eləmişik, indirmişik. Bu nədir? Hikmət 106 səhifə. Fənni coğrafiya, calibdir bunu da. Fənni coğrafiya, Məsahibnamə Əbrar. مجموعه نسخ خطی مجموعه طب و نجوم Türkiye. Tamam, burada hikməti bir belə yazdıq. İndi bir dənə daha bu hikməti ərəbcə nə cür yazılır, o cür yazaq. Hökm deyərək gəldi. Nə olur burada? Hökm şərifi Oqcizadə, Oxtuzadə. Sözlük Həlimi Bəhrul Qəraib. Şəcəri Türki. Divan Nəqşi. Qəsidə Cami, Risale Camiül Məsail, Məcmui Kütüb. İman təfsili, Nəsab lüğət, Güzide Səlatin, Tarix Osmani, Dil bilgisi, Əqd, İqad, Nikah, məhnəmə nədir bu da? Səraciyyə tərcümədir. Divan Şahidi, Əzan Şərhi, Nüqtətül Bəyan. Burada nələr vardı? Dil bilgisi və sözlük, tamam. Şəmsiyyə, Mənazilül Həcc, Mənaqib Miraqül Lüğət, Əxlaq-ı Əlayi. Fikirəm buna tay bir kitab indirmişdik, amma görsətmədi. Divan-ı Gədanı oxumuşuq. Gedək indi mən istəyirəm burada biraz siyasət. Əl-siyasət. Əl-hikmət. Əl-məntiq. Məntiq. Ərəbiyə çevirmişəm, deyirəm axı. Mən bu Əl-siyasət. Siyasət. Pirzadə siyasət 40 səhifə.
öncədən ehtimalən bəli, bunu öncədən görmüşük. Ona görə açdı bunu. Səyyah sinəmənə mət. Bunları gördük hikməti. Fəlsəfə. Fəlsəfə hesab işimiz yoxdur. Mənzumə Xusru Şirin. Nəhalistان. Vətən dili Mirzə Həsən Rüşdiyyədən bu kitab. Bunu bir hamısını görmək yaxşı olar. Fikir edirəm ki, pis olmaz. Burada bir Divan-ı Nəsimi deyə və Divan-ı Həzrəti Cəfəri deyə bir kitab gördüm. Funun-ül Bəlağət Şeyh Əhməd ibn Xudaydad Tərəzi. Bunu gətirək buradan görək ki, nələr olur. Şərh-i Məsələvi Mövlana İsmail. Miracnamə Uyğuri. Görək ki, nə olur? Uyğur. Mənsur. Yevmül Məad. Bu da bir təşrihdir. Nəsabül Bəlağə. Mənzum Mənsur. Ma'dənil Məarif. Kiçik bir kitabdır, amma Əhkam Məcəllətün Nəsab. Burada nələr var? Elm riyazi və fəlsəfi hesab, təqvim isturlab, bunları görmüş. Şərh əmsilə, nisab təcridul lüğat, sözlük dastan, sözlük türkçü farsi, hükm-i şərif Oğcizadə. Oxuduq, bunu fikir edirəm. Sözlük Həlimi Bəhrül Qəraib. Şəcəri türkü. Nə deməkdir bu? قرارداد اشتاین بین فتحعلی شاه و ناپلئون. فلسفه رساله مگنترات. رساله هندسه آذربایجان پست. بهارستان جامی. انوار العاشقین. آداب طریقت مشایخ نقشبندیه. fikirlə bunu görmüşük, amma vəsiyyətnamə. Yeddi əqalim. Nədən isə Divan-ı Həlim. Fəlsəfi əxlaq və sülük. Bu da əlbəttə ehtimalən bunu öncədən şey eləmişik, görmüşük. Tibbi Türki. Səadətnamə. شرحال محی الدین عبدالقادر جیلانی خط ترک. قزوینی نسخه ترکی. تمام. Zalibdir, belə bir şey öyrət yoxdur. Əxlaq. Görək əxlaq haqqında burada kitablar nələr var. Məkarim əxlaq, tamam.
açılmışdı. Bu elə bir ehtimalən öncədən indirmişik ya. Nə cür bilmirəm. Elm-i əxlaq cüz-i samin. Tikə-tikəymiş bu. Elm-i əxlaq cüz-i sabi. Elm-i əxlaq cüz-i sadis. Elm-i əxlaq cüz-i xamis. Elm-i əxlaq cüz-i rabi. Elm-i əxlaq cüz-i sani. Cüz-i salis. Fikir bunları indirmişik. Qabaqcan bunların birazını indirmişik. Ona görə Ulum-i Qəribə deyə bir kitabdır. Ulum-i Qəribəni gətirdi, amma elm-i əxlaq və muizə qabaqcanlaşmışıq. Əqaid Əhl-i Sünnə Zəfərnamə. Təbəqat Sufiyyə. Şəcəri Yəqin. Sözlük burada çoxdur. Səfini Fətavi. Risale-i Qeysəriyyə. İndirmədim. Risale-i Əl-Bəltəqə. Tamam, bunu gör, calib gəldi. Dəqaiqul Həqaiq. Əmalinin tərcüməsi. Töhfətül Məvla. Elm-i əxlaq, bunu qabaqdan indirmişik, görmüşük. Məsələn, burada Divan-ı Nabi deyə 2 dana kitab gətiribdir, amma biz üçün bilmirik ki, bunlar hangisi bilinir, hangisi bilinmir. Ona görə də çox diqqət eləmirəm. Çünki Məsnevi İsmail bir zəbani türki. Futuhat-ı Məkkiyyə calib kitabdır. Bunu indirək, görək nə mənəsi var. Əlyazma necə təsih edək. Tamam, bu da Bağbani Kərimi Həzrətlərindən. Bu calibdir. Şah İsmail və Gülzarın hekayəsin. Bunu mən uşaqlıqda radiodan eşitmişdim Şah zamanı. Koroğlu hekayəsi də burada bir dənə oxuduq, amma bu fərqli ola bilər. Adlım yenidən tazaşdan Şah İsmail hekayəsi. Əmirəli Şirinəvaidən bir Fərhad və Şirinin hekayəsi yazılıbdır. Bir dənə kitabdır, indiyəcən belə bir şey eşitməmişdim. Fətava Yəhya Munqarizadə. Şəcəri Türki, görək nə olacaqdır. Məcmui Qəzəliyyat-ı Türki, Məsnevi Türki, Lüğət Həlimi Çələbi, Lüğət Hacı Murad Bəğdadi. Türkiyə əl-yazma arşivi, Türkiyə yazma əsərlər korumu başkanlığı. Tamam, gedək bura. Görək ki, iyi kitablar, sözlüklər, yazma əsərlər. Burada kitabların görürük, bir neçəsinin əksini görürük. Bilgi için iletişime geçiniz. Tamam, burada istemirik. Biz istiyoruz ki kitap satışı, mühürler, iletişim, iyi sözlük, iyi kitaplar.
Tamam, bu iyi kitaplara bax bıraq şey. Burada bir kitaplar ne mənədir? Əhkamü Siğar diye bir kitap var. 10-cu əsrdə türkcədir. Tarixdə sağ haqları, uşaq haqları haqqında ilk qanun kitabı. Görün bunu gətirə bilir Əhkamü Siğar. Belə bir kitab olsa çox. Əhkamü Siğar tərcümə Əs-Səğir bəlkə də burada ola bilər. Açıq buradan görək ki, bura International Archive Əhkamü Siğar tərcüməsidir bu. Kaş bunu indirmək mümkün ola. 1924 nəfər bu kitabı görübdür, seviblər. PDF-i burada var. İndirək. Görək ki, bu taza kitabdır. Yəni heyf bunun İmam Fəqih Muhammed ibn Mahmud ibn Hüseyn Əstəruşəni Hənəfi, mütərcim Mevlana Allamə Fəzl-i Rəsul, Fəqihun vahidun əşəddu aləş-şeytani minəl əlifi abid Əhkamü Siğar. Bu şeycədir, calibdir. Ordu dilindədir. Ordu dilindədir. Kaş bunu məsələn ən azından Dəlil-u irşadiyyun li müəssisat-ı təmvil-i-sığar vəl-baliq-əs-sığar li-tətbiq əl-liyat. Bunların bəzisi təəssüflə hurufları böyük hərflə yazanda mən hələ oxuya bilmirəm. Hakaigul bəyin ya da bəyan fi tərcüməti Sakiniya Ükü nə mənə belə bir şeydir. Bunu ərəbcəsini yazsalar daha mən rahat oxuyaram. Yəni mənim üçün yazarlar elə bir şey çox şeydir. Mustafa Əfəndi deyə bunu yazıbdır. Tamam. Gedək kitabı oxuyaq. Çünki nəzərimə gəlib 1 saatdan çoxdur ki, əla mən burada 48 dəqiqədir. Gedək kitab oxuyaq və mən bunu sonra axtararam. Səhv eləmişəm biraz. Həm də çox səhv eləmişəm mütəəssifanə. Tamam, biz buradan başlayacağıq. İndi görək nə var. Şərəfi insan deyə bir kitab gəldi. Görək bu şərəf nədir? Bunları bir bağlayaq ki, yarın da açılmasınlar. Belə şeylə oxuyaq kitab üstə. Deyir ki, nədənsə bu kitaba çanmır. Ehtimalen ya internetimin zəif olduğuna görə Davam-ı ömrü adı gəldi ya yox. Bu da naqisdir. Mənim internetimin bu günləri sürəti çox aşağı, bir təbəqə aşağıdadır. Əslində zirzəmi deyirik da, o biz Azərbaycanda yerin altındadır. Onun üçün bura internet gəlmir, biraz zorlamaqda belə görürəm ki, çəkəcəkdir. 112 megabayt deyir ki, gərək bu download olsun, hələ fiilən 90-dadır. Aha, beləsi qoysaq sürəti ilə download olar. Tamam. 98, 103. Tamam. Download oldu, qutardı. Bəli, download oldu, qutardı. Şərəfi insanı download elədik. Yəni indi kompüterimizdə oturdu, bilgisayarımızda görək ki, nə deyir.
Bu kitabın yazıblar ki 202 səhifə böyüklüğüdür. Kitabın cild əvvəl kağızına baxaq görək ki, bu kitab nə cür bir kitabdır. Deyir ki 202 səhifədən ibarətdir. Amma belə ki baxırıq görürük ki PDF-in hər səhifəsində 2 səhifə qoyublar. Gərək bunu 2-yə çarpaq olar 404 səhifəlik bir kitabla çox üzr istəyirəm, qarşı olacaq. Kitabın cildini görürük. İşlənib, köhnəlibdir, ora-burası cırılıbdır, amma bəllidir bu kitabın üstündə çox zəhmət çəkiblər, çox belə bahalı bir kitab imiş o zaman. Cildini açıb cildinin içində görürük ki, su üstündə olan nəqqaşilərə bənzəyən bir nəqqaşidir, amma su üstündə deyil. Bunda görürük su üstündə deyil. 3-cü səhifəyə gedəndə görürük ki, bir dana məsələn gül nəqqaş eləyiblər bu kitabda və 4-cü səhifəsində əslində 6-cı səhifəsində görürük ki, bir yazılar yazıblar və siliblər. Yəni bu təəssübulda Osmanlı dövründən fərqli bir şeylə başlayıbdır. Kitabın su keçib içinə, şorba tökülübdür, əl təri dəyibdir, hesabı, yəni bəlbəşula. Çox qarma-qarışıq bir vəziyyət, çox kəsif, kirli bir kitabla qarşı-qarşıyıq, amma Allaha şükür yazıları qalıbdır. Yəni yaxçı bununla belə ki üstünə çox ataşqal tökülübdür. Ehtimalən hər şey başına bu kitabın oyun gəlibdir, amma yazıları oxunur. Bismillahla başlayır. Sütunun başında təzhibi var. Fərqli təzhibdir. Bu təzhibi bu formada bir dəfə görmüşük, buna yaxın. Amma hardadır, hələ o zehnimə gəlmiş. Onu harda yazılmışdı. Ehtimal verirəm ki, Səmərqənd filan o tərəflər olacaqdır. Amma kitabın dövrəsinə 5 xəttinə cizgi çəkiblər, çərçivə çəkiblər və o 5 xəttin içində rəhliyiblə belə nəzərə gəlir. 2-ci səhifədə, ya elə həman səhifədə görürük, qırmızı xəttinə bəzi kəlmələrin başı üstünə qırmızı xətt çəkiblər, bəzilərində qırmızı yazıblar və bəzilərdə nöqtə kimi yumru qoyublar. Əcəba bunlar nöqtədirlər ya yox, bu da məsələdir. O birisi səhifəyə keçəndə, yəni kitabın yazı qismətinin 2-ci və 3-cü və 4-cü səhifəsinə gedəndə görürük ki, çərçivə bir dana qırmızı xəttə çenibdir. Qırmızılar davam edir, bəzi kəlmələr qırmızı yazılıbdır. Amma məsələn şeir yazıbdır, qafiyəsi 2 dana beyt yazıbdır. O beytin dövrəsinə yenə də çərçivə çəkibdir. Ya hər yerdə şey olubdur, çərçivəni çəkibdir. Kitabı davam edirik, getdikcə. Xətti çox gözəldir. Niyə gözəldir? Çünki bu xətti mənim kimi türk dilində savadsız bir adam eləyə bilər, oxusun. Bu kitabla düşünsün, anlaşsın və görsün ki, nə var, nə yox. Alver eləyək, yəni əslində düşüncə alver eləyə bilək, fikir alver eləyə bilək. Bu kitab mənə bu imkanı verə bilər. Burada cəlibdir, burada 22-ci səhifədə fərhəng sözün görürəm. Bu fərhəng sözü məncə taza bir söz. Fərhəng sözü hangi zaman resmi olarak Fars dili kurumları tərəfindən tamam, qələtlərini də düzəltdik ki, bilirsiniz ki, ChatGPT-dir, bu cür bir şeylərə etimad yoxdur. Niyə ki, bunlar dünən özü də dedi, gedirlər
o kitablardan ki, fars dilində yazılıbdı, ingiliscə, o birisi dillərdə yazılıb keçən 250 ildə, onlardan bizə cavab gətirir. Və bu da təbiətən bizim tərsimizədir, bizim zərərimizə yazılmış kitablardan gətirir əslində. Deyir ki, bu sual çox dəqiqdir. Fərhəng sözünü bugünkü culture mənasında rəsmiləşməsi birdən olmayıb, amma müşəxəs bir dövrəsi var. Fərhəng sözü əslində nədir? Fərhəng tərbiyə, ədəb, adab, əxlaq, təlim mənalarını bildirir. Yəni insanın fərdi tərbiyəsi və ədəbli olma halı. Qovmi, ictimai culture mənası yox idi. Bugünkü fərhəng culture mənası nə zaman rəsmiləşdi? Əsl qırılma nöqtəsi, Rza Şah Pəhləvi dövrəsi, tarixi mərhələlər 1314 Hicri şəmsidə Fərhəngistan-ı İran quruldu. Bu müəssisə Avropaca məfhumlər üçün farsca qarşılıqlar tövlid etməyə başladı. Fransa culture, Almanca kültür, İngilizcə culture yenə, əlbəttə fransızca olacaq kultura. Sözlərinə qarşı olaraq fərhəng rəsmi istilah olaraq qəbul edildi. 1310-1320 Hicri arası dövlət məkatibləri, dərsi kitablar, rəsmi yazılar da fərhəngi milli, fərhəngi İran, fərhəngi ümumi kimi tərkiblər zorunla oldu. İkincisi hangisi idi bu? 2-3. Artı identity, artı history, artı art məcmuuna dönüşdü. Vizarət-i Fərhəng və Hünər bu sözün mənasını tam təsbit etdi. Tamam, bu Rza Şah dövründən mənası bu anlama gəlibdir. Gedək, indi hər halda kitabımıza baxaq, şuraq ki, bu nə deməkdir? Kitabın xətti çox gözəl yazılıb, bununla belə ki, sətirlərin arasında çox ara qalmayıbdır, bir-birinə yaxındır, sözlər də bir-birinə keçibdir, amma oxumaq olur. Sözlərin başlıqları da çox yazılıbdır, qırmızı yazılıbdır, fərqli yazılıbdır, ehtimalən bunu şeylər yazılıb. Qıraqda da hər şey görürəm, yəni diqqət edirəm, qıraqlarında bəzi səhifələrin qıraq yazıları da görürük. Bu çox gözəl bir kitabdır. Hər halda gedək biraz sürətlə bu kitabın axirlərinə. Kitabın üstündə də bir özü nömrə qoyub səhifələrin başına, yəni 151-i ələn görürük məsələn. Bu da gedir. Xətt də həman xəttdir. Orada burada bir adca mənə gəlişi dəyişilir, amma o ciddi bir şey yoxdur. Buna çünki bu günləri çox şey eləmişik. Xatimə-i kitab, Dər üzri təqsir. Burada bu kitab həttəmən bu qisməti oxumalıyıq ki, bəlkə tarix burada olar. Amma kitabın burada sonunda bəlkə bir tarix taparıq ki, bu kitab ha zaman yazılıbdır. Əbdə üstə demiş ki, bu 972-də yazılıb. Amma baxaq şöyle. Əqulu keyfə əqulu haza mütekiyyun vəl məlikiyyun vəl mülkü lillahil aliyyul mevta və enel abdul mu'tarifi bil aczi və nüksan el muhtaci ila rahmeti rabbihir rahman şərif təbəri səlim sərb abın zabiti fatihan və əmini kük ahtife Saladun İbni Şərif Yusuf adı budur, yəni Salanların buranı oxuya bilmirəm əslində. Salanların İbni Şərif Yusuf bəy oğlad nəvəsi Qəfərəz. Bir nəfər bu kitabı öncədən alıbdır. Görək bu nüsxə. Qəd vəqəəl fərağu kitabı yazan indi ehtimalən, bu da kitabı yazan olacaqdır. Ən kitabəti hazihil kitabi nəmənədir fayə əl-məlikül vəhhab ehtimalən binəməni məlikül vəhhab beqələmi Əhməd
İbni Abdullah fi Səlci Mübahil Muəzzəm 972. Bəli, bu düzdür. Şəbanül Müəzzəm, Səban ehtimali nöqtə qoymayıb burada, ona görə bu şey olacaqdır. Tarix 2. Amma nüsxə tarixi, nüsxə burada bilaq. İndi kitabın əslində 9, indi bunu gələk tarixini çıxadaq. 1447-ci ildir, yox. Bundan çıxsaq 972-ni çıxsaq 475 il öncə bu kitab yazılıbdır. 475 il öncə. Nüsxə neçə il bundan öncə yazılıbdır, ona baxaq. 1447-dir, yox. Bundan çıxsaq 1210. Kitab 237 il öncə yazılmış. Bu birinci axtarıb yazmışdı. O da gördük ki, o cür bir kitabdır. Qeydaq əvvəldən bu kitabı başlayaq oxumağa, görək ki, bizə nə verir. Burada dedim, mütəəssifanə cildidən sonraki 3-cü səhifəyə, 4-cü səhifədə bir yazılar yazılıb. Lazimi, lalazim demə. Yürən, yün, zirvədə, əskin daxi biri var cümyerdə. Hər yerdə. Bunu oxuya bilmədim. Bu xətti burada yazanı oxuya bilmədim. Ehtiyacı var ki, adam bunun üstündə zəhmət çəksin, biraz oxusun. Kitab cırılıbdır, yapışdırıblar. Burada bir şeir yazılmışmış. Aşağıda da bir şeylər burada yazılıbdır. Ta ki sən bu din səbəb zəmin, ta ki kərdə بود همه کردن. Nə mənə belə gərdun ehtimalən olacaq. Bu ehtimalən farsça bir şeirdir burada, amma üstü cırıldığı üçün 2-3 yerdən üstünə kağız yapışdırıblar, oxumaq olmur. Aşağıda bir şey yazmışmış, onu da üstünə tazaşdan bir kağız yapışdırıblar. Bəllidir, dalısında da yazı var. O da bəlli olur ki, arxasında yazı var, üstünü örtüblər. Sonra onun üstündən də Süleyman olacaqdır, biləsi görsənir. Demiş Sultan Süleyman. Bunları dedim, kağız yapışdırıblar, sonra üstündən yazıblar. Pənd edib oğlu Səlim xanə, səqin məğrur olub, aldənmə dünya fitnəsinə, ya dünyanın qənaznəmənəsinə, nə şamu zirimanə, Səlim bilirsən, ağılmədi baqi cəhan mülkü Süleymanə. Bilirsən, qalmadı baqi cəhan mülki Süleymanə. Burada bir şeirdir, ehtimalən yazılıb beləsi, amma dediyim kimi üstünə şey gəlibdir. Şeylər yazıblar, o haqda yazıblar. Burada da ərəbcə bir şeiridir ki, bir şey də bundan da baş tapırıq, gedək kitabın özünün içinə girək. Şərəfi insan olacaqdır. Kitabın adı Şərəfi insan. Bismillahirrahmanirrahim. Fatihe-i gənc kəlam-i qədim. Haza kitabina yentuqu aleykum bilhaqqi. İnna kunna nəstənsixu ma kuntum ta'lamun. Quran ayəsindən gətiribdir, amma nəstənsix sözü məni biraz bura gətirib, biz nüsxə götürürük. اجناس سپاس خورشید اقتباس و گردون اساس و انجم قیاس کی میقیاس عقول حواس جن و ناسدن خارجدر شل خلاق عالم و رزاق بنی آدم که ذره خاک کثیفه خمرتی تینت به یدی اوکی burada şeydi Ərəbcə dəstən خمرت تینت آدم beyədi ərbəinə səbahən. Belə bir söz vardı ki, mən Adəmin görək ki, bu müqtəzasınca
Bu hədis doğru ola bilməz də. Yəni Allah oturub orada məsələn şey eləməyibdi. 40 gün özdə Allahın zamanında 40 gün də yox imiş. Yəni 40 gün bizə nisbət vardı. Bu yer üzündən çıxsaq eşiyə o gün mənası anlayışı bizə fərq elər. Adəm səbahən müqtəzasınca, bu sözün müqtəzasınca eyni inayətlə nəzər qılıb qutbi dövran o siccə benamı avər Adəm zəd o. Türk farsçadır. Çun rəqəm surət və qətri mai zəifə sümmə ənşə'nahu xəlqən axər mübtəqasınca sidqi ərhamidə tərtib edib zübdeyi kön و məkan və xülasini bəni Adəm eylədi. Liməllifihi. Görək bunu yazan kim nə deyibdir? Bu yazan şeydir. Az sədəfi rəhayə. Müəllif indi ayə yazır. Laqad xalaqnal insana fi ahsan təqvim çarxanəsində qələmi qudrət ilə aftab aləmtab və asman şərəf nəsab gibi çehrəsin münəvvər və hitəsin mütəhhər eyliyib ərvahi qudsə surur və əşbahi insə sipəhsalar eylədi. Vəsətdə bir kəlməni siliblər. Yəni mən uşaqlıqda yadıma gəlir, əlimizi belə vurardıq, kağızdan bir qat üzündən cırılardı, gedərdi. Burada da o görsənində, əksində görsənim ki, bunu o vəziyyətini elə siliblər. Əl-ayə, bir dənə ayə. Və ləqəd kərrəmnə bəni Adəmə xəzanəsindən. Bu əl-ayə dediklərimizdə bunlar qırmızı yazılıblar. Daha nöqtələri dedim. Və ləqəd kərrəmnə Adəm xəzanəsindən başında tac kəramət ürüb qoyubdu. Və qamətinə izzətə səriri izzəti şəhriyar və məsnəti rifətdə xusruvi şəhru diyar eylədi. Fəlhamdülillahilləzi xələqəl insanə əla surətihi. Allahın özü öz qiyafəsində yaradıb insanı deyir. Və xizzətən min beynil xəlaiqi besirətihi. Beləsi bir şey. Nə deməkdir bilmirəm, bunu oxuya bilmədim. Besiriyyətihi. Beləsi. Beyt. Küllü fi nə'ti zatihi əlsunun har fi nurin harin fi nurin vəchəl əyni nəsr. Ya bunları da yazır ki, bizim kimi savadsız adam da bilsin ki, nəsrlə məfətin şehrizadın fərqini bilsin. Və səfayihi fəvad paki ya da fuad pak اعتقادنی و صحایف جان روشن نهادنی سیگل انوار ایمان له و مهری اسرار عرفان له تابناک و مجلا ادب جامی جهاننمای ملک و ملک والامر تبارک الذی رب العالمین. Bunun da üstü silinib yenə də bəlli deyil ki, əmdən siliblər, yoxsa şey olubdu, silinibdi. Və dəmaği səmatini səmat. Görək bu ki, nə deməkdir? Məmulən əgər istəyək deyək ki, səma şey adınadır. Səma, səmat. Nə deməkdir? Səma ilə səmat bir-biri ilə qarışdırılan, amma əslidə fərqli mənələri olan iki sözdür. Səma, əgər axirində həmzəsi olsa, olar göy. İndi görək burada nə yazıbdır? Səma iki halətdə yazıb. Yazıb ki, bir axirində həmzəsi ola, bir də olmaya. Ərəbcədir, cəm'idə səmavatdır, məniləri gök, asman, yuqarı aləm, uluvvi sahə, təsəvvüfdə ilahi nəğmənin, feyzin, nurin gələn məqami. Misal, əhl-i səma, gök əhli, ulvi aləm əhli. Bir də simat var. Simat da deyir ki, ərəbcədir, səmtin sözüdür.
müfrədi səmtidir, simat cəmdir yəni. Məniləri yönlər, tərəflər, cəhat, çar, səmat, 4 yön. Zahiri hal, sirət, qiyafə, viqar. Ədəb və mətanət. Hüsn-i səmat, gözəl ədəb və viqar. Tamam, bunlar elə bu qədər bizə yetişər. Qalan tozihlərinə getmiyor. Səma və simatini və əqli qudsi sifatini əşə'i zat. Orası yenə silinib gedib də oxunmur və inkası pərtüvi təcəlliyat ilə mir'at əvalim lahut və cəbərut etdi. Fətəbarəkəllah. Yenə də bunu özümdən oxuram, çünki bilmirəm o cür olacaq da, amma Allahı görsəndə olsun, çı da görsəndə olsun. Fətəbarəkəllah əhsənul xaliqin nəzm. Məzhər کرد külli و جامع سر ذات و صفات او از او لامع. Farsça şeirlər. Şeirlər zahirən farscadır. مصحفی کرد جامع آیات هستیش غایت همه غایات بر سماوات عرض و ما فی البین قد عرضنا الامانة فابین لیس فی الکون کائنا من کان kafilun hamluha səbəl insan. Burada da biz əmanəti verdik, hər yerə götürənmədi. O şeir idi da, bir şey yadıma gəlmədi şeiri də. Və əsbəğə əleykum ni'mətən zahirətən və batinə. Hökmüncə, bu ayənin hökmüncə dərc vücud-i insanidə 18.000 aləmi dərc edib. Ol qədər təşrifat və təşrimat ehsan eylədi ki, ma la eynun ra'yət və la üzünün səmət və la xəttun əla qalbi və la xətərə əla qalbi bəşərin. Vəlhasıl, ol ən'am و ikramın bində biri və əşiri nə zəban qələmlə təhrir və nə qələmi zəban ilə təqrir olur. Deyir ki, və ikramın bində biri, mində biri və əşiri nə zəban qələmi təhrir. Bu əşiri o yazım görüm ki, bu mən dediyim anlama gəlir, yoxsa biraz məsələn əşara gedir. Əşiri nə deməkdir? Əşər üşiri yazdı, əşiri də yazılır. Əlbəttə deyir ki, əksərən qarışdırılır. Əşər ilə üşiri ya əşiri qarışdırılır. Əşər ərəbcədə 10. Fiqhdə 10da 1. Ziraət məhsulundan alan şər'i və verici. Misal. Üşrü və zəkat. Əşr almaq, məhsulun 10'unu almaq. 10'da 1'ini də əslində beləsi almaq. Üşiri, əşiri, üşeyri, əşiri beləsi yazıbları. Bu söz əşərdən turmuş sifətdir. Törənmiş olacaqdır da gərək. Məniləri əşr ilə əlaqədar, onlu, dəhqanə. Quranda üşeyri ayat hər 10 ayədən sonra oxunan ayə deyərlər. Tamam, 10'da 1 və həman 10'da 1 olacaq. Və əşri, əşiri ya üşiri təqrir olur. Çox cəlibdir. Dili də qələmə çevirdi, qələmi də dilə çevirdi. Çox gözəldir. Nə zəbani qələmlə, nə zəbani qələmlər onu belə yontalırdılar, ona dil deyir. Nə zəbani qələmlə təhrir və nə də qələmi zəban. Hala bu adam dilində çevirdi qələmin özünə. Və nə qələmi zəban ilə təqrir olur. Fəsubhanə mən cəalə xəlifətən min xəlifətin və şərrəfəhə bəənvai l'ihsan vəl-cud fi məratib el-kون və ətvar el-vücud hətta xəzət litəkrimihi el-mələikəti bis-sucud. Beyt keyfiyyətül mər'i Nəsr. Bir əli mühit
ve bir kerimidir ki lütf-i əmimi umumisi. Lütf-i əmimi xaru güldə bəsid. Bir həkimidir ki məgəsi zəifün ləabündən şaribin ademiyan olur. Şaribin içənlər. Məcəsi zəifün burada arından mənzurdur. Məcəs, bu məcəs ki biz deyirik, o anlamda farsça deyirlər, o anlamda deyil. Burada məcəsdən mənzuru arıdır. Deyir ki, bir həkimidir ki, məcəsi zəifün ləabindən şul qədər şəhd-i safi eylər ki, luab o ağzından gələn suya deyir. Luabindən şul qədər şəhd-i safi eylər ki, nuş daruy aləmiyan, nuşdari yəni dava-əlat, nuş daruy aləmiyan və ləzzəti lişşaribin ademiyan olur. Əzimidir ki, bir çirmi nəhifün dəhani abindən ol dünlü həriri. Buna deyirik nə mənə? Tut ağacının normalda yiyər. Bu bir şeydir, bir dənə qurtdur. Əvəlis deyirik türkcə. Bir də quryer. Ənkabut dedikləri olan ki biz toratan deyirik. Onun da ağzından su çıxar ya hər yerindən çıxar bilmirəm. Eşiyə çıxan kimi o su çevirilər olar bir ip, bir sap. Çox möhkəm. Çox möhkəm. Dünyada ondan möhkəm hələ filan bir şey tapılmayıbdır. Düzəldə bilməyiblər ki, o möhkəmlikdə olsun. Əlbəttə şeylə müqayisədir da, yəni barmağımızla vurmayacağıq onu. Onu hesablayın, barmağınızla bərabər görün, o nə gücü vardı və o sizin barmağınızdan olsa yoğunluğu, görün ki, məsələn, bir dənə saxtımanı çox rahatca saxlaya bilər. Bəlkə də çox. O ikinci mərhələ. Ağzından suyu gəlir, dövrəsinə toxur. Onu biz özümüz, məsələn, bizim işimiz də Təbrizdə bir müddət buydu. Kətdə də buydu. Mənim böyük babam, Allah rəhmət eləsin, Çalbabəşlan babama. Onun işi və onun ailəsi, dədənənəsinin işi o idi. Barama alıb gətirərdilər. Baramanın həmin o qurd idi ki, tut ağacını yemişdi, ağzından su gəlmişdi, öz dövrəsində dolamışdı, onun içində getmişdi, ölmüşdü, dəyişmişdi, qurtluqdan, əvəlislikdən olmuşdu kəpənək. Yəni, əgər dəlsə çıxsa kəpənək olacaq. O halətdə biz onu aparırıq, salırıq suya, bişiririk və ipək edirik hər halda. İstir onu desin. Və bir əzimidir ki, bir çirmi nəhifin dəhani abindən ol dənlü hərir safi edər ki, tar budi nasibx nə mənə? Tar budi nasixi və pərniyan و سرمایی خواجگان جهان olur. نظم زخون مشک در ناف آهو کند زخون مشک در ناف آهو کند لعاب مگس نوش دارو کند زیرا ز ابر جهرباش قطرات را در اجواف اصداف لولو کند فسبحان من اعطى كل شيء خلقه ثم هدا و لیس عطاء اليوم مانعة غدا و پیوسته هزاران جنب را سیلینب ده احتمالا هزاران دسته تحیات نامیات و تسلیمات سامیات که رشته خلق دل و bura yenə silinibdir və avtar olacaq ehtimalən. Burada bir şey siliblər, qazıblar. Ənvar iman ilə bəstədir. Və əlaqə və peyvəndi ilə infisam silsilətü zaman və inqitai ehtimalən cəbayil dövran ya həbayil dövran bilmirəm nədir, silinibdir. Bunu da nəzərə gəlir ki, qaşıyıblər. Qeyri güsəstə, qeyri güsəstədir. Şul ruhi müqəddəsin məşhədi münəvvərinə və ol çalibudi pidinsün mərqədi müzəhhərinə nisar olunsun ki, kəmal camiiyyətinə kəlmə-i uteytü cəvami'ül kəlami kəlamül cami'dir.
Limuəllifihi, yenə qeyd etdik, bu müəllif bilmirəm, elə bir zahirən bir ayrı kitabdan bunu söz gətirir, o kitabı burada təfsir eləyir. Üstandır vücudi fil vaqi məzhəri üst اندر وجود فی الواقع اوست اندر وجود فی الواقع مظهری چلو نسخه جامع نصر و رفعتی مقام علم و معرفتنا و علمک ما لم تکن تعلم برهان ساطع در بیت لوح تعلیم ناگرفته به بر همه ز اسرار لوح داده خبر. Tamamen ciddi bu farsça oldu. Görək şiharda bir değişiləcəkdir. Nəsr, nur vücud bisayəsi və zat şərif fələk payəsi səməri şəcəri vücud və şəcəri səməri ihsan vücududur. Nəam, qalə mən qalə min lisanihi fi ulub şa'nihi beyt və inni və əntə kuntu və inni və in kuntu ibn Adəm surətin فلی فیه معنی شاهد به ابوتی. نظم، بابای شفیق هر دو عالم فرزند خلفترین آدم اوست مفتاح گنج خانه جود اوست مصباح آسمان vücud. Acaba biləxərə bir yerdə yetişəcək görək bu kitab nədir? Biraz gedək qabağa görək şey bu kitab nədən danışır. Münacat eləyib. Gələk bu münacatdan biraz oxuyaq, görək nə mənə deyibdir. İlahi, şul gündə ki, badiyi eşq و mühəbbət dili teşnələrini, badiyi rəfət can pərvərinlə, badiyi rəfət can pərvərinlə və zülal atifət səfa güstərinlə, sirab و şadab edəsən. İlahi, ol dəmdə ki, haviye dərdü کربتی جگر سوختلرینه نسیم عنایت روح افزان له و تسنیمی حمایت دلگشان له تسلی و تشفی برسن اشبو حسرت و فراق ادنه yanmış خاکسار و باد پیمالرون و حیرت و اشتیاق دردنه boyanmış siyah روزگار و خودنمالرون جان بی فتوحینه و سینه مزروحینه قطرات رحمت بی منتن له و نسماتی مرحمت پرموهبتن له روح راحت و فتحی و فتح و افاحت عطا ایله. نظم، به جوار خودم رهی بنمای در حریم دلم دری بگشای وارهانم ز ننگ این تنچی برسانم برن بیرنجی برسانم برنج بیرنجی. نصر، bu نشأت اولاده توفیقی چی رفیق و تحقیقی چی مرشدی طریق olub سخن سجیتی طبیعت tarlığından xilas edib və qeydi şəhvət و غفلت giriftarlığından nəcat verib ol نشأت آخریده محض فضل مکرمتون له و مزید lütf مغفرتون له havai fazai qudsun tayirlərindən və fənai saray insin zahirlərindən eyləyib تشریف اطلاق و حضور و خلعت صفا و سرور ارزانی قıl. نظم جنده نظم لرجلندت من فارسی دیر غایت از من مرا حضوری بخش غایب از من مرا حضوری بخش به سروری رسان و نوری بخش رخت درد ارمک دینم نه رخت درد ارملک دینم نه جای در کشور یقینم نه.
ده، جای در کشور یقینم ده. نصر: اگر بو بندگان بی مقدار دامان لباس اسمت و افوتنی بی باش لیکدن آلایش ذلت آلوده و ناپاک etdilirsə, sən ol zat-ı müqəddəsin və sıfat-ı bi dənsin hürmətinə ab-i məğfirətinlə yüyüb münəvvər və mütəhhər və günəş gibi ayine-i mənzəri ilə gələcəkdə beyt. Ger mən alude damenəm çe ziyan, ger mən alude damenəm çe ziyan, همه عالم جواه اسمت اوست. نصر: یعنی اگر جساق برا و متحر و günəş gibi ayini mənzər ilə və گر bu zərrə kani خاکسار گریمان پلاسی طاعت çok ağır bir mətnidir. Əslən əşğada tazışımdan şir, ərəbi şir, münacatul ilə qaziyil hacat İlahi لئن جلت و جمت خطیئتی فعفوک عن ذنبی اجل و اوسع. دعای پادشاه اسلام و ثنای ذوالله الملک العلام. Burada Sultan Süleyman. Nəsr. Ehtimalən burada gəlir kitabı niyə yazıbdı onun üstündə danışır. Gedək görək burada nə deyir. اخبار دین و ابرار یقین یاننده رضوان الله تعالی علیهم اجمعین براهین عقلی بیرله müberhen ve delail nakliyle müteyakkan olmuştur ki bünyan dini İslam ve eyvan nizam-ı intizami çahar rükn-i rafi yani gavaim erbe'e üzerine olmuştur. Ol tevhid Xudaya اعتقاد و ثانی اول توحید خدای اعتقاد و ثانی نبوت انبیای انقیاد و ثالث ارتکاب اوامر و اجتناب نواهی و رابع دعای دولت پادشاهی در که سایه حمایتنده و کنف سعادتنده سپاه و رعایا و کافی برایا آسوده و خوشحال و غنوده و مرفه البالدür. وجود şerifi ve ünsür latifi cehanın nuri ve saadetlerin fütuhidir. Hulase-i çarxane-i icad و تکوین و سرمایه دولت دنیا و dindir. آستانه سیادت آشیانسی و سده سعادت چاشانسی burada bir düşdük şeyə. Malazi məlhufin. Nə deməkdir bilmirəm. Malazi məlhufin və məlcə-i məzlumindir. Bunu beləsilə yazaq görək ki, malazi məlhufin nə deməkdir? Bu tərkib klasik ərəbi Osmanidir və mənisi ağır, duayi və ədəbidir. Açaq, ayraq. Məlavə. Əsl ərəbcə laz, yəluz sözündəndir. Pənah, sığınaq, sağın yelən yer. Qorunulan məqam. Məlhufin əsl ərəbdir. Məlhuf sözündəndir. Fəryad çıxaran, dadrəs istəyən, müsibətlərdə qalan, dada möhtac olan. Bizdə bu işlənir. Dadıma gəl, fəryadıma gəl. Dada möhtac olan. Ləhəf sözündən də ahu həsrət filan. Pəs burada kaşani məlad-i məlhufin, qaçqınların pənahgahı caliddir. Amma ərəbcə deyibdir. Və məlcə-i məzlumindir. Sultan zillullahi fi ərzih yəva ilə külli məzlum beyt. Bir dana beyt deyir. Həmişə qaide-i din kirdigar cəlil
محمد است به شمشیر شهریار اصیل. نصر علل خصوص شد شهریاری معظم و cahandar müfəxxəm ki mülk millət və din dövlətə nöqteyi mədar və səbəbi sükun و qərar olmuşdur. و نه آبایی سلطنت şeariden yadigar ve mefخر سلاطین روزگار olmuştur. Zati meliکی sıfati ve ملکی الصفاتی و شعنی ملکی السماتی رکن الاسلام و المسلمین و کهفی اصحاب العلم و الیقین. نظم ایچی واضحون خصمه و ولیه بالسیف و قلم و الضحوک بالباری. ابکا و اضحک خصمه و ولیه بالسیف و القلم الضحوک بالباکی. الدر و الدری خافا جوده فتحسنا بالبحر و افلاکی. نصر Şimdi İlla yuxti və huvəz Sultan ibn Sultan varisi təxt Süleyman mefخر آل عثمان صاحبگران زمان قهرمان کون و مکان رافع رایات عدل و احسان قامعی بنیان و küfr tuğyan Hazreti Sultan Süleyman. Tamam. Çağ ha zaman olubdu bu kitabın yazılmaq çağı? Hazreti Sultan Süleyman ibn Səlim xan ibn Bayezid xan ibn Məhəmməd xan ibn Murad xan ibn Bayezid xan ibn Murad xan ibn Orxun xan ibn Osman. Neçə nəslin saydı? Bunu biz 3 danasını çeyirik da. Süleyman ibn Sultan Süleyman ibn Sultan Səlim xan ibn Bayezid xan ibn Məhəmməd xan. Buracan bizi görər. 4 don oldu. 4 nəsl getdik dalıya. Görək ki bu hancısı, bunu yazaq görək ki hancısını bizə deyir. Sultan Süleyman xan ibn Sultan Səlim xan ibn Sultan Bayezid xan ibn Sultan Məhəmməd xan. Bu qədər görər. Yəni fikir edirəm ki Sultan Süleyman xan ibn Sultan Süleyman xan ibn Sultan Səlim xan ibn Sultan Bayezid xan ibn Sultan Məhəmməd xan. Tamam, görək kimdir? Yazacağım tarixlərini də desin de bu yazdığınız Osmanlı hanidana nisbət silsiləsidir. Ağır açıb tarixini də hicri tarixi ilə bildirim. Sultan Süleyman xan Qanuni, mühibbi şeir adıdır, bilirsiniz. Tamam, 900-cü ildə doğulubdur. Sultan Süleyman yazaq bədə. Sultan Süleyman xan doğum 900 hicri. Ölüm 974 hicri qəməri. Səltənət, bu kitab bu zaman yazılıb da, yəni 926 ilə 26 yaşında olubdur. 926 ilə 974 arasında hicri qəməri səltənət edibdir. Osmanlının ən uzun səltənət sürəsini sürən, qanun, dövlət və əskəri nizami kəmalə yetirən sultandır.
Babası Sultan Səlim xan Yavuz, Sultan Səlim xan İbni Sultan Bayezid xan. Tamam, bunları da oxumayaq, bunlar istəmirdik. Biz kitab bunun zamanında yazılıbdı. Bunun zamanında olanda üstə dedik ki, tarix ki bu kitaba verdi. Dedi bu kitab 972-də yazılıbdı. Düz ola bilər, niyə ki bu adam 74-də ölübdü. Sultan Süleyman rəhmətli, Allahın rəhmətinə gedibdi. Özü də böyük yazar imiş. Mən bunun şeyini burada oxumuşam. Türkcə kitab divanı burada oxuduq. İçində farscası tapa bilmədim. Ola bilərdi ki, bəlkə 1-2 dənə olaydı, amma mən vərəq baxdım, tapmadım. Çox dərin, mənalı, düşüncəli bir şair imiş. Eyni halda çox böyük siyasi ki, burada da ChatGPT dedi ki, bu adam Osmanlını hər cəhətdən bir inqilaba aparıbdı. Nə idi? Dedi ki, qanun, ikinci dəfə qanun yazılaraq şər inqilabında bunun dövrəsində yazılıbdı. Dövlət və əskəri nizamı kəmala yetirən bir sultan imiş. Bu doğru ola bilər ki, bu kitab 970-də yazılsın, çünki 74-də də bu Allahın rəhmətinə gedibdi. Xəlladallahu Teala subhanehu mülkehu və sultaneh və ədam aləl aləminə bərrəhu və ihsanə həmişə əyyam dövlətində və hincam solətində ə'lami qəvayit və rayati zəlalət nigunsar və şaxsar zülm udvan و اعصان بغی اغصان بغی و خذلان بی برج و بار اولا عروقی شرک و فساد و اصولی جور و ایناد منقطع و بنیانی عدل و داد و ایوان فضل و سداد مرتفع مسالک شهر و دیار و محالک سهاری و چوسار مفاسد و مترصدان آفتندن مسون و مکایدی متمردانın مخافتندن qorxusundan مأمون ola غبار اختلال و گرد اعتلالdən çəhni amani bilmirəm nə deməkdir və amal və tələt əf'al əhval paçizə olub mətalibi sadir və varid və məaribi muvahhid məahidi yəssirlə husul bula. Ərəbcəni qatıbdır da, ya da mən bunları istəmirəm təşkil məni eləyəm, çünki uzunlaşır. Və əbbabi buzuri bəzr əbbabi birru rəfət dur və nəzdik cüşadə və əshab-ı qədr و izzət tərkü nazilə amadə olub çeşmisar nəval و iqbalidən devam edir. Bunları gedək görək ki, əcəba bir oxumalıyıq zahirən ki, görək bu kitaba görə bir şey deyir burada. Və iqbal olub çeşmisar nəval و iqbalidən ab zülal عد و افضال و منابع احسان انعامدن سلسال جود و اجلال بر مقتضای هنیا مرئیا جنان احرار عبیدی و مزارعی زمایر گریب و بعیدی سیراب و شاداب ایلیه و انعام عام جامل شاهی و احسان بی امتنانی کافل پادشاهی افون و صفون اجمال حال اهل جهانی و چهره فعال قومی کون و مکانی پرتاب و شرفی نسابده و شل طایفه شریفه که خلقتləri طی تراز حدیث و خلقتləri تراز حدیث uləma ümməti ki ənbiya-i Bəni İsrail birlə müəllim olmuşdur. Müəllif qoməzlər ürfə yol ayinlərində
qoymazlar. Qoymazlar ürfə yol ayinlərində, olar pakizə dildar dinlərində. Nəsr hər zaman Cənabi İnayət Sultanidən zəllədiyi ikram ilə həzz vafir və nəsabi رعایت خاقانیدن تشریف انعام birlə nəsib mütəvafir issi ola mütəvafirəsi ola və onların ki əshab sədiq o yəqin və mücahidə və ərbab xəlq təmkin və müahidədir ki nəs əl-ayə Əla innəl awliyaullahi la xufun aleyhim və la hum yahzanun. Onların haqqında müsəlləmdir. Tamam, mən dedim bəlkə burada getdi ora. Bir şey görmürəm. Yenə də müəllifihi və Fridun Fərrəhu sahibi qran rبع مسکون و هفت کشوره شکر بر دوام و سپاس بی انفصام میسر edib. لئن شکرتم لازیدنکم. اگر şükür etsəz çoxaldıram. Mucibincə qayət səltənət dünya və uqba və nəhayət riyasəti filan ki bunlarda cidaq səbəb təhrir. Tamam. Səbəb təhrir in məqal və mucib təsdir in risalə. Tarix səni özü gətirdi. Dedi ki hangi tarixdə bunu yazıbdır. Tarix səni səlasə və səlasinə və tisəmiyə. Tamam, çox da şeydir. 933'də yazıbdır. Xoş, mətn tarix kitabın deyək ki neçinci səhifəsidir acaba bura? 7 deyək, 14 olacaq, 13-cü. Tarix kitabın 13-cü səhifəsində belə yazılmış görünür. Nə cür görünür? Bu mühümdür. Tarixi sənəyi səlasə və sənəyi səlasə və səlasinə və tisəmiyə və tisəmiədə. Tamam. Yəni 933 Hicri qəməridə. Nə olub burada? Tarix sənəyi səlasə və səlasinə və tisəmiədə ki müddət ömrü ciranmayə 55'də şahın ömrü 55 olubdur deyir. Burada olmadı. O cür olmadı. Düz deyil. Çünki 900'də olsa 33'də olar 33 yaşı. Amma bu deyir ki tarix sənəyi səlasə və səlasin və tisəmiədə ki müddət ömrü ciranmayə 55'də və ətayay haqdən və hədayay cəvadi mütləqdən bu dünyayı sipəncidə میزان طبیعت جوهر سنج olub هزار گنج بیرنج erişmişdi. Yani به حسب العرف المختال عند ارباب الوهم والخیال بین الاقران والامثال şulgil galiden fazl ve kemal اد ettikleri اعمال misra nasri tün nasrahu nasri tün nasran Nəsrəhu nəzmi tün nəzmi pərvin. Nəsr əl vermiş idi. Ömrü cinayəməsi 55'də. Yəni 55 yaşı var. Yox, o düz deyil. Yəni ehtimalən bəlkə tarix bunun doğum tarixində iştibah yazırlar. Sərbəl dedi şahlığa zaman yetişibdi. 26'da yetişibdi. Mən istədim görüm ki, bəlkə dədəsi diridir, onun dövrəsində yazır.
Amma görürəm ki, o zamanda bu şahımış, yəni sultanımış. Əl vermiş idi. Əl-cünun funun vəl-fununil cünun muqtəzasınca. Belə bir ərəblərin bir sözü var. Əl-cünunu funun. Cünun, yəni dəlillik özü bir fənnidir. Vəl-fununu cünun və fənnilər özü də bir dəlillikdir. Bu da gözəl bir sözdür əslində. Muqtəzasınca hər zaman təzyin qil و قال و təfənnüni fikr و xiyalə iştiğal göstərib حواری انشایی براعت افشانون جوش و گردنون درری غرری تزمین و تلمیح و زواهری توشیح و تلمیح بیرله پیراستم ازری و ازاری و ازرایی اشعار بلاغت شعارون هله و جامسین ترازی عکس و تبدیل و تنزیل ilə arasta edib. لمؤلفه جنده buradan geçaq. باد پیما خاکسار و بیقرار نصر جاه صنایع جمع و تفریقده منقلب الاحوال و جاه بدایع الغاضی و تعلیقده مزرب البال جاه ol şeker güftarın fikr nuşi lebinden sermest و مدهوش و جاه şul قمر رخسارın zikr cahi غبغبinden پرجوش و خروش نظم جنده جدی ora نصر مگس gibi ankabut خیالون اوتار دامی çirdarında giriftar. Gözəl, diqqət buyurun, tərkibə çox gözəl. Məgəs gibi ankabut xiyalun اوتار dami kirdarında giriftar. Avtar tarlar. اوتار dami kirdarında giriftar və şəhd kəlamun əqidə-i şəkər ətvarında əsir و zar عقد مصاحبت قصد edib nükte izdivac مشاکل و ایماع ایهام و مقابله ile daim muamele ve mucamele ve ahkam bünyan محبت fikrin eylüb cevami تأکید ve تأسیس ile ve mesane تکریر و تدنیس ile irsal münşeat و نامه gene de buradan müellifihi gedaq buradan nəs اگرچه kim رقمزده خامی یعنی رسائل و نامه مانند ساعات لیل و نهار 24 olmuştur 24 olmuştur dریغا زحمت بر و بیابان و مهنت خار و مغیلان çekilmiş ve nafi tabiat بیزاد olub bu rahi purtabide çox گرم و سرد و گرد و درد و çekip gerd و derd çekip rehi neverdülün eylemiş. Reh neverdülük eylemiş ve bihaddetün ve puyu cüstu ve bihiddetün ve puyu cüstu cuy gösterip bi nihayet qat'i merahil ve tigg menazir kılmış سعیده قصور و طلبده فتور قومامش قطعه جنده جدی ora نصر قیداخ اما نفایده و اول مشقتlerden اما نفایده اول مشقتlerden نه آید نه کعبه مقصوده نه کعبه مقصوده yüz sürülmüş ve ne teyyibe-i murada erilmiş. Azimet ittüci rahi Gürcistan ve yüz ürüp ciddüci soğbu Bukistan etmiş, Türkistan etmiş. Bir de buraya ve ne teyyibe-i murada ermiş. Azimet ettici rahi Gürcistan ve yüz ürüp ciddüci soğbu Türkistan imiş. Limuellifi dریغا خواجه edib hinde azmi beraber su dedi fikr و خیالی.
Qurutdi dürlü sud ilə canın, çürütdi bəhrə saldı cümlə malın, ya mali, cümlə mali. Nəsr, əl-qıssə. Görək xülasəsi nədir? Əl-qıssə ki dedi, yəni xülasə. Görək. Əl-qıssə, hərdən bu olmaz. Hu olar. Hərdən bu olmaz. Hu olarla mانندی کشتی شکسته girdabı fikrət و xiyalın sərkeşdi hava və həmişi بیگانه صفت آشناlarla لجه‌ی دریای بلاده آشنا olub لجه‌ی دریای بلاده آشنا olub her zamanıda غرقی تحیر ve tehver her anıda giriftar امواج tefekkür idim ve deşti ibaretu istiarətdə solcan var. Solcan, soxulcan biz deyirik. O yağış yağanda ki yerdən qurt çıxır, biraz qırmızı ya biraz çöhrü rəngi olur. Gedir, ona biz soxulcan deyirik. Türkiyədə ona solcan deyirlər. Və istiarətdə solcan var, heyran و لایعقل və meydan جفتجوییdə çuy kirdar sərgərdan və bihasil edəm. Nə mah müxtəlif ola devvar gibi 9 mahi muhtelif ola devvar gibi ya duvar gibi 2 gün bir hal üzerine karar ve 9 felek siyah çar 9 felek siyah çar ve bi ihtiyar gibi aramu istibar مع قلب منقلب و خاطر مضطرب في الليل والنهار كذرة في جو الهواء و كشمعة في كر النار دیار gibi گردباد gibi سحاری نظم و براری نصرده رقص زنان تکفوی و سیل تیره نهاد gibi سیل تیره نهاد gibi vadi تعلیف و تصنیف ده دوان و روان cüstücü ederdim. Nəzm. Təzəşdən getdi. 9 ay bir beləsi çalışırdım. Yəni təhqiq edirdim. Bu hali pürməral ilə və bu yüzdən həzar fikr xiyal ilə bir gecə oturmuşdum. Dümü eşikdə yazıbdı. Çarçıvədən eşikdə. Bir gecə oturmuşdum və didəmin ve ride-i remdidemin yüzüne bab xabi sadd için demu'i xunimdən ehtimalen damağ olacaqdır. Demu'i xuninimdən ab ürmüşdüm ve təəyyün bulmuşdum ki bu nefesat ruhaniye محضا ilhamat ربانیدن vardır. Ve iş bu meyadi hadsiye mücerredi təiyyat qudusiyeden aiddir ki qiyasi mühkemil əsasının ne müqəddematında etiraz ve intifaz ve ne tertibinde ihtiyac reddi xalaf و افتراز var. Her cevabı faslul khitab و هر سوالی ممتنع الجواب فلابد bu şuur ilə telxi kam və biaram olub bunu oqurdum nəzm ta ki axır tu bənəfşe sər qəflət در پیش حیف باشد که تو در خوابی و نرگس بیدار این همه نقش عجیب بر در و دیوار و وجود هرچه فکرت نکند نقش بود در دیوار. Nəsr. Şeirləri oxumayacağım da. İn həmin nəqş əcib bər dəri divar vücud. Tamam. Pəs nəfsi ید kirdar və pərişan روزگار افعال قبیحه و احوال فضیحه‌سیlə قهرانگیز سرزنشlər eylədim və xiyali mühtal və بدفعاله افکار فاسده və asar kasidə ilə rəncamiz sözlər söylədim və etdim ki ey miskin nədir bu necə kibr-u ücbu kin və ey
bed ayin ganı nehmet din fani nehmet din و همت یقین. بیت اتراق نصر چشمه خورشید جهان تابیدن، لمعی سرایع و نغمه چنگ و ربابیدن، بانجی زبابه قناعت edip her zamanda غلیان صفرا ile محموم و her anda هذیان سودا ile محمومسن. بیت نصر her cemiyet suriden hasılın tefrige batındır ve her sohbetin ahirinde çarun vida yaran mutindir. Mesnevi'den de cetah Nesr. Velhasıl egerçe kim bu hadise ve münafise gayretim artırdı ama yüz olgeder can و dilde heyretim yüz olgeder can و dilde heyretim artırdı. Çar و naçar bil acz vel istrar el acz ahir hiletul insan diye zira bu معنای دیده basiretle müşahede kıldım ve delail akli ve nakli birle yakin buldum ki nazmidi gene nesracıda el kıssa gene hulasa değil ben ki bu dürdü derdle mestü methuş ve doğrundan خم gibi ve derunden خم gibi پرجوش و خروشیدم و شمعی وش دمعی محراقی و زبانمدن ناری ندامتله پر احتراقیدم نقصان استعدادمه و فقدان استسعادمه اعتراف ettim و لجه فضل حقدن و دریای عاطفتی و زوادی مطلقدن اعتراف ایلدم. مسنویدن جتاخ یعنی حاطفی غیب که سروش بی عیبدür و صدقی مقالی و استقامت حالی پی در پیدür احتمالاً یعنی احتمالاً bunu okuyuram pey der pey şimdi görsən amma mən burada o cür yazılmır. Hali peydi peydir beləsi yazılıbdır. Dəruni canidən nida və cünbədi dəmaği pürsəda eylədi. Burada Tazaş'tan bir uzun şiirle devam edir. İkinci şiir de var burada. Üçüncünde her halde. El-Qissə gene görək biləxərə nədir? El-Qissə tün hatif qeybidən bu pəndi sudməndi cuş etdim. Can و dildən yüz ol qədər cuş etdim. Gene şirə getdi. Mən ki çumuy غرق خون آمدم همچو گل از پوست بیرون آمدم. پس جان مستمنده خطاب و دلی دردمنده اتاب edip ettim. Müəllifi hin رسید آن نفسی دلنواز شاخ صفت باش ز جان جلوه ساز. این فی ایام دهر کم نفحات الا فتعذر من رضوان حاله. Ondan sonra şiir. Şiir de çok uzun. Gene cıraq şey bu birisi səhifədə. Hamanca bir sıfatının safanın neşvesinden ref-i khumar ve çarbar fikr endişeyi tarumar ettim. Gene şiir ol nefxi can perverun نسماتندن جلزار جنانم تازه و تراوت بولدی و اول زلال صفا گسترون رشهاتندن روزه جانم جدید نظارت حاصل etdi. هوش خوابالوده سنه غفلتden oyandi ve deruni پر derdümde ماهی صفت قندیل هدایت oyandi. İstedim ki bir yüzden dahi fikir ve ra'y ürüm ve sercümle saman akl nafرجامه
püştü pay ürüm. Buradan bize şiir başlanır. Çünkü ol mürşidi rah ve delil bir iştibahiden bu resme işaret ve bişaret oldu. Can و dil serveri ve saluti birle doldu. Doldu. Cennedes beytten sonra pes توسن طبع سرگشتیه نعل بازگونه ürüp can çeşvere ne sefer ve suret haramileri nişan can çeşverine sefer ve suret haramileri nişan raftarımdan azlıyıp rehi zan Çok uzun süren burada bir şey geldi, onu ben tapa da bilmedim ama bu پس توسن طبع سرگشته نعل بازگونه terse nal ürüp can keşverine sefer و صورت حرامیleri nişan raftarımdan azlayıp rehi rehzenün abideler diye hazar ettim ve diledim ki ختمی خاتمی چردار و مهری جریده تبیان بنیاد ایلیم که آنده فضایل انسانیدن و معارف دل و جانیدن سالکه رهی رهزن و قیود و درد و مهن اولندرون آفت مخافتنه اشارت و سالکان راه حقه آنون تنبیهاتندن بشارت حقیقته اول نشتلری daima همدم جان و تذکره دوستان اyleyem. Alel خصوص که zamanımızda ve ayanu erkanımızda kemal meyl و رغبت şetaret ve nedamete dür. Ne kemal و کرامته dür. Lacerem izhar hünerden ve isar çöherden ben dahi nidamete yüz tuttum ki ben min ba'd nazm و nesrden bir hergi demim ve her bed sirişt و بدخو محضرinde nisar abi رو edip dünya gamın yemeyem به شهر خود روم و شهریار خود باشم نصر و ارباب لاف و دروغ و اصحاب کذب بیفروغ ile şirketten خلاص کلی بولم و اعتراض اهل اغراضدن و انتقام قوامی امراضدن نجات issi olan نظم buradan da nazme getir nesr همان جنابی و واهب الآمالدن متضرع و حضرت ذوالجلال و الجمالدن متوقع درچی اول رسالی خوشمگالی قیود اعتبار و اضافت گرفتارلرنه و سجنی اعتراف و ظرافت دلفگارلرنه سبب خلاص و نجات و موجب علو درجات دبو فقیر و حقیری و اسیر بی توفیری اعنی احوج الناس öz adını dedi. Mahmud İbni Osman İbni Ali İbni İlyas. Tamam. Yazar şimdi oldu. Yazar Mahmud İbni Osman İbni Ali İbni İlyas. 4 neslin yazdı özü. İlyas gafere lehu ve livalideyhi ve ahsenallahu ileyhuma ve ileyhi li muallifihi. Tamam, burada indi
tarixi amma düz gətirə bilmədik. Yəni bu tarix davam eləməliyik. Yəni istəyək ki, bu kitabları dediyim kimi əlyazma kitabları. Salam əleykum, əleykum salam. Əgər istəyək əlyazma türkçə kitabları anlayaq ki, hansı şeydə yazılır, gərək kitabı əvvəldən axıra oxuyaq. Dana bədana bunların da üstündə işləyək, görək ki, məsələn tarixlər cür gəlir, gəlmir. Məsələn, indi diqqət eləsəz biz burada 3 dənə tarix ilə qarşıya gəlirik buracan. Bir axirdəki tarixdir 2210-da, dedik bu nüsxəsinin yazanıdır. 972-ci ili ortada qoyubdur. Onu dedik. Getdik bunu ChatGPT-də axtardıq, gördük ki, bəli, Sultan Süleyman xan o zamanda yaşırmış. Gəldik kitabı oxuyanda əvvəl bir dəlil tapdıq ki, bu kitab hangi zaman yazılıb. Gördük ki, Süleyman xan zamanında Sultan Süleyman ibni, Sultan Səlim xan ibni, Sultan Bayezid xan ibni, Sultan Məhəmməd xan ibni, Sultan onların dövründə, yəni yəni bunların başında o Sultan Süleymanın dövründə yazılıbdır. Sultan Süleymanın da tarixinə baxanda gördük ki, 900 Hicridə doğulubdur, 974-də Allahın rəhmətinə gedibdir, 926-da, yəni 26 yaşında səltənətə çıxıbdır, 74-də də öləndə də elə səltənətdən gedibdir. Və demək olar ki, 50 neçə? 48 ildə şahlıq eləyibdir. Əlbəttə, ChatGPT deyir ki, bu ən uzun şahdır. Yox, bir dənə şah var, 51 il ömür eləyibdir. Əgər 51 il şahlıq eləyibdir, əgər səhv eləməsəm. Hər halda, buradan da tarix çıxartdıq. Amma yenə bir tarix içəridə dedi, gördük ki, o tarix cür gəlir. Yəni 972 düzdür. Çünki o tarixdə Sultan Süleyman sultandır və bu da o adam da o zaman yaza bilər. Bunun üçün kitabı ona təqdim edibdir. Amma sonra bir ayrı səhifəni oxuyanda gördük yazıbdır ki, kitabı sənə-i səlasə və səlasinə və tis'ə-miədə yazıbdır. Yəni 933-də şahın kitab haqqında bir şey istir desin. Nə deyir? Sözü o qədər uzaldıb, o qədər şeir o filan yazıbdır, o qədər şeiri sözü uzaldıb rəhmətlik ki, adam buradan baş tapmamış nə olur. Amma burada bildik ki, biləxərə yazar şimdi öz adını dedi. Məhmud ibn Usman ibn Ali ibn Abbas. Məhmud Usmanın oğlu, Usman da Əlinin oğlu, Əldə İlyasın oğlu. Yəni 3 babasını da yazdı, özünü də tanıtdırdı. Beləliklə biz bu kitabı indi eləyə bilərik ki, ChatGPT-dən məsələn ki, o da ayrı kitablardan bizə axtarsa tapsa, deyək ki, bu kimdir? Məhmud ibn Usman ibn Ali ibn İlyas kimdir? Hansı çağda yaşamış? Hansı kitabları yazmış? Tamam, görək ki, bu sorulara cavab verə bilir ya yox. Beləliklə görək belə bir şey tapa bilir ya yox. تا الان اطلاعات معتبری در منابع تاریخی بزرگ عربی، فارسی، انگلیسی درباره شخصی به نام دقیق محمود ابن عثمان ابن علی ابن İlyas همان گونه که پرسیده اید پیدا نشده است. Belə bir şey deyir, yoxdur. Biz tapdıq bunu. Əslində biz bir dənə kitab tapdıq ki, bunu belə bir şəxs yazıbdır. Biz tarixdə çoxlu kitablar oxumuşuq. O kitablarda bizə deyiblər ki, filan kitablar yazılmışdı, amma yoxdur, əlimizə gəlməyibdi. Bunun səbəbi budur ki, bizim dilimizi değiştiriblər. Onun üçün biz o kitabları oxuya bilmirik ki, deyək ki, əlimizdə var ya yox. Ehtimalən buna tay kitablar kitabxanalarda var, amma biz bilmirik. Pəs biz bir dənə bu günləri kitab tapdıq ki, bu kitab deyir ki, bu yazarı tanımırlar. Bunun əsəri də olsa bilmirlər kimdir. لااقل در آن دست از منابع دانشنامه‌ای و نویسندگان شناخته تاریخ و علم که معمولا ثبت و شناخته شده هستند، هیچ شخصیت مشهوری با این نام کامل به چشم نمی‌خورد. منابعی که جستجو شامل پایگاه‌های معتبر تاریخی، تلقی نویسندگان اسلام شناس و فهرسته‌های بیوگرافی علمی بودند. دیر bunlara getdim baxdım, belə bir adam tapmadım. Amma Mahmud ibn Usman ibn Ali ibn İlyas به عنوان یک شخصیت شناخته شده نویسنده عالم یا حدیث پژوه مشهور در آنها نیامده است. برای روشن‌تر شدن وضع ممکن است نامی که نوشته اید نسخه‌ای محلی، خانوادگی یا کمتر شناخته شده باشد. این buna desək ki,
bu adam Sultan Süleymani Kanuni çağında yazılmış kitabında o sultana təqdim etmişdir. Görək ki, buna bir şey deyir ya yox, bir məlumat biz verək buna. Bu bilgi çox mühümdür və daha dəqiq dairəyə girmək imkanı var. Amma yenə də ehtiyatla və elmi dözümlə yazmaq lazımdır. Çünki bu ad məşhur təzkirələrdə və bioqrafik mənbələrdə açıq-açıq tanınan bir şəxs deyildir. Məhmud ibn Osman ibn Ali ibn İlyas kimdir? Mövcud bilgilərə görə Osmanlı dövləti nevisəndəsi müəllif Sultan Süleyman Kanuni çağında 10-cu hicridə saray ya elmi ədəbi mühit yaxın bir şəxs əsərini Sultan Süleyman xan təqdim etmiş. Bu şəxsiyyətlər onu rəsmi ya neymi-rəsmi Osmanlı müəllif səhifəsində qoyur. Nə oldu? Yəni indi nədən təzkirələrdə çox adı yoxdur? Çoxlu müəlliflər yalnız bir əsərlə bezənni, məhəlli, fənni ya xas mövzu kitab yazar. Təzkirələrə şair, alim fehristləri nə girməzdi. Tamam, hər halda bu baş tapmadı kimdir? Sultan Süleyman Kanuninin səltənət dövrünü yazıbdır. Kitab təqdim edilinə görə Məhmud ibn Osman 930-970 hicri arasında olmalıdır. Deyil bu cür. Özü deyib ki 972-də kitabı yazıbdır. Tamam. Tamam, bu bir şey bilmədi. Yəni buna görə biz bir dənə bir şey tapdıq ki, ChatGPT deyir ki, hər yerə baxdım, axtardım, belə bir şəxsiyyət yoxdur. Nəsr, yəni bu məstəyi zəlili və dilxəstəyi əlili ehyanən duayı xeyr ilə yad, Allah rəhmət eləsin, və dil qəmcinini şad və can xərabini abad edələr. Əl-Həq məqsud külli və qərəzi cilli bu ibarati pur istiaratun cəmindən oldur ki, hər adəmi əhli nəzər və hər mərdumi sahib cühər istedad əsli və səlahiyyəti cəbəllisi miqdarınca kəmali qüvvəti insanidən xəbərdar ola və məratibi illiyə bəşəriyyə və vüquf bulə ta vasitəyi bəsirət və rabitəyi sirət və sirirət və seyrirət və zabiti ilm و mərifət birlə elmli yəqinidən haqqül yəqinə tərəqqi eyliyə. Elmli yəqin bu İslamın irfan şeylərində bəhs olur. Elmli yəqin, haqqül yəqin. Haqqül yəqin odur ki, deyir ki, Həzrəti Musa gedir şeyə, Tura, dağa. Əhliyalı ilə qaçır, qaçanda üşüyürlər. Görür uzaqda bir od yanır. Əhliyalına deyir ki, siz burada oturun, qoyunların yanında. Mən gedim oradan biraz od alım, gəlin, yandıraq burada, gecəni geçirdik. Gedir, əl atır, görür adam yoxdur. Əl atır, odu götürsün, görür əli odun içine getdi, amma əli yanmadı. Orada bir özünə bir şey eləyir, orada deyir ki, ilahi özünü mənə görsət, mən görüm səni. Sonra Allah deyir ki, görə bilməzsən. Bax o dağa baxır, o dağ birdən partdır, nurundan yox olur, işığıyla yox olur, gedir. Deyir ki, mən ona təcəlli eləsəm, o dağı saxlaya bilməzsən, harada eləyə bilərsən, məni görüb dayana biləsən. Onda deyir ki, liyətməinnə qəlbi, buna görə istəyirəm səni görəm ki, mən qəlbim mütməin olsun, qəlbimdə bir şək var hələ. Peyğəmbər belə deyir. İndi də bu o eynül yəqin budur ki, gözümlə görüm inanım. O mərhələdir. Birlə elmül yəqinidən haqqül yəqinə tərəqqi eləyə və mədədi haqqül yəqin ilə müayinətən yəni və mədədi haqqül yəqin ilə müayinətən müşahidə qilə ki
zərrə aləmindən ki, zərayir aləmdən heç bir zərrə, zərayir aləmindən heç bir zərrəyə xasiyyəti fərzənd Adəm verilməmişdir. Və məratib suri və mənəvidə kainən mən kanə mərtəbəyi insaniyə ərilməmişdir. Ol səbəbdəndir ki, Adəm lütf qəhrə məzhər və fərzəndu və fəzlu ədlə mənzər olmuşdur. Əgər əlay illiyindir və əgər əsfəl safilin anun seyr sulukindən bir rivayət və hal məqamindən bir ayətdir və entum illa əlüvün vəllahu məəkum, onların ülüvi rütbətlərinə işarətdir. Sümmə rədədnahu əsfələs safilin. İstirdim görüm kitabın haqqında da bir şey desin, amma o qədər sözü uzaldacaqdır ki, mən 1-2 səhifə verəcəyim, çünki nəzərimə gəlir ki, 2 saatdan çoxdur. Əlbəttə, bunun 1 saatında biz şeyə bağlamışdıq, yəni kitabları download elədik. Ona görə biraz orada vaxtımızı sərf elədik. Görək ki, bu birisi səhifələrdə bir şey gözümüzə dəysə ki, orada, amma bu da bu cür beləsi deyil ki, yəni. Tamam, buradan oxuyaq. Aqibət müflisu mənburu mədyun bi huzur düşüb bir zaman bu məhbəsi məhnət və inadi məhbus inadə məhbus və iş bu qəfəsi heyrət və bəladə nəcatidən məyus olub qaldılar. Çün nəməni butxani dünyada peymani havayı nuş edib əqlilərin heyran və dillərin mədhuş etdilər. Ol ki, vətən əsli və məskən vəslidir. Ol ki, vətən əsli və məskən vəslidir. Tamami fəramuş etdilər. Nəsullah fənəsahum və onlar Allahı unutdular, Allah da onları. Və ol firqeyi illiyeyi ki, talibi bəqai əbəd və aşiqi liqai sərməd oldular. Bu zat, bizzat, bu ləzzat faninin afətini və təsvilati nəfsaninin məxafətini bildilər. Bu bazargahın qallaşlarından, qallaş yəni Türkçe çox işlənir da, yəni o adam ki qallaşlıq edir, yəni serçəni boyur, qənarı yerinə satır. Ona qallaş deyirik. Qallaşlarından və qumarbazlarından və bu güzərgahın o başlarında, güzərgah yol, bu güzərgahın o başlarından və əfsunsazlarından daimül oqad həzər edib müamilələrin xacıqan şəhr و diyar və müluk tüccar ilə qıldılar. Pəs bişarət tənəzzələ əleyhimül mələikətü əla əlla təxafu əvla təhzənu irlə məsrur oldular. Şərəflər və saadət təhsil edib bi hədd faydələr və aidələr buldular və hər məsləkə ki əzimət və hər səfərə ki niyyət etdilər, cahədu fillahi haqq cəhadih hükmünü iqdami himmətlə və səyi tamamı birlə itmam eylədilər. Bidəlil və rəhbər hərgiz yola getmədilər və bi istixarə və bi əməl etmədilər. Qafili Şam و Hicaz ilə və rahili şوق niyaz ilə naqi nəfs mülhəməyə səvar olub can و dildən sobi məqsudə yolləndilər. Əshab xeyrət və ərbab təcəlliyat ilə ərtibat و ixtilat edib bu təriqün mənazil و mənahilində kemal ihtiyat göstərdilər. Fəlabud dideyi ibrət didələrindən əmagi qəfləti götürüb səfərlərində
bəsirət və həzərlərində hüsn sirət üzərinə oldular və bir ari mücahidə və səhari bərari quruluq bərari mücahidə və səhari mühasibədə məşəqqət cu ətəşə və sumum humum çün atəşə musabirət eyləyib. Musabirət yəni səbir eləmək, iki tərəfli. Fəinnə mə'əl usri yusra mucibincə mərarəti zəhri səbirdən həlavəti şəkəri şükrə erdilər. Pəs zövq ruhani və şoq yəzdani bir ləhər diyarə ki uğrədilər xəridarləri qərşu gəlib əcəb bazarlər eylədilər. Məsəllərin zireh u mührələrin kireh. Bilmirəm bu məsələlər nə deməkdir. Görək ki mislərin zireh, mis sözü. Mislərin zireh u mührələrin kireh dəcişdilər. Kirehə misrələrin zirehə və mührələrin kirehə dəyişdirdilər. Kireh nə deməkdir? Zirehi bildik, kireh nə deməkdir? Zireh, kireh. Bu iki sözdə klasik ərəbi Osmani mətnlərdə çox yer alır və əksərən qarışdırılır. Zərrə, zərrəh. Zirehi iki cürə yazılır. Bir daz ilə yazılır, bir re ilə yazılır. Əslidə nə mənədir? Mən nə tür yazmışam? Bu götürüb şey yazmayın. Zərrə. Zərrə, zireh. Çox kiçik, yox, qələt yazdı. Zirehi biz bilirik nə mənədir? Zərrə genə də qədər getdi ora. Kərrə də deyir, kürə həman. O deyil, Bu yazdığı qələtdir. Zireh, mislərin zirehə və mührələrin kirəhə dəcişdilər. Xaçi nafiyə və xaşaçi naqiyə verdilər. Cəvahirdən güclü bəğliyüb xacı cəhan əziz dövran oldular. Məsnəvi, bu fəqət bir zalı baxıram, görürüm ki, əgər bir kitabın haqqında da bir şey desə, ona da bir baxaq, sonra qutaraq. Bu müqəddəmatindən fələk-i səmatidən yəqinən məlum və təhqiqən məfhum oldu ki, bəni Adəmin fəzl-u şərəf-u rütbəti və sair məxluqat üzərinə məziyyəti şəkl-u surətlə və bu hay-u huy-u müfaxirət ilə dəcil imiş. Anlar ki bu hal zahir ilə təcəbbür və əhkam suri ilə təfaxür göstərirlər, məgər kim bu zikr olunan xüsusi pürnususidən qafillərdir, ya bu bəyan-ı bürhanə cahillərdir, yevmə tübəlləd sərayir ki kəşf cümleyi zəmair olur hesab-ı kitab və sual-ı cavab-ı xitab-ı itab محض حقیقت حال و حسب حسینه حسیت المعال üzere olsaldır temuyhat mecazi ve tasvirat suret bazı ile dəcildür. Ol vaxt ki aftab aləmdə tamam. Kitabın şeyində qutaraq gedək. Mövzusun desə, ya adın desə, پس روشن دلپذیر تعبیر و تقریر bu kitab hikmət nəsabın və bu fəslül xitab müstətabın fəvaidini təmim və əvaidini tətmim üçün qeydaq biraz da arxadan oxuyaq, görək elə bir burada bir şey deyibdi kitaba görə.
همین غایت مسئول و nihayet ma'mul oldur ki salikان راه طالبان آگاه bu beyanıda hercah ve vukuf ve intibah üzerine olalar eğer bir sail bu mahallede sual ve istifsar eyləsə ki çün məqsud külli və qərəz əsli bu risalenin təlifindən və iş bu məqalənin təsnifindən insanın fəziləti və şərəfi məziyyətinə ilə olduğun tənbih və elam və təbyin və ifhamdır. Pəs bu təşrifat, ibarat, gedək dallıqda bir şey yerdə bu nəsrdə şeyi demişmiş, kitabın adını. اول وقت که آفتاب عالمتاب حقیقت افق آسمان حقیقت سحابی عوارضدن مبرا و حجاب نگایستن olacaqdır. Müərra tulu eyləyə bu nəfs و نگار صورت و زیب و زینت pür şöhrət sər cümleyi nücum sıfət غروب edə sərdərhəm edərsədir. Yox elə həman buradadır. Görək burada nə mənədir? Kitabın ehtimalən adını bir yerdə deyib, amma burada deyil. Əl-qıssə. Çün bu rah-ı pürxətərdə və iş bu müşkili səfərdə zəmam-ı etiqadi bir saat amal-ı amani əlinə vermədilər və cənbi etimadi bir ləhzə məzcəi استراحت فانیه گومدلر فلاجرم راه بی پایانی پایانت یعنی قطع بیابانه دل و جانی سرحد جانانه ارشتردلر iş bu tenün nay zulümat alem nasutiden kurtulup xeymelerin fazai sahat envar lahutide qovdular ve bu mecazi vücudların külliyen ihraq üçün pervanevar özlerin şem-i celal ehadiyete ürdüler. Müellif Nesr yani alaiq masivadan ve bevaiq men و maden bir tamam xilas oldular. Teselliyat hak و tecelliyat cemal mutlak birle begai id و safai سرمد بردüler. Begaid ve sefai sermedid buldular. Zalike fazlullahi yu'tihi men yeşâ'u vallahu zul fazlil azim. Men yeşâ'u yazilluh ve men yeşâ'u yec'alehu ala sıratın müstakim. Qət'ə. Buradan bu hissəsini də oxumuşduq. Pəs bu müqəddəmat fələk-i səmatidən yəqinən məlum və təhqiqən məfhum oldu ki, Bəni Adəmin fəzl-i şərəfi bunları oxumuşduq. Burada bir şey demədi. Burada dedi ki, sual sorsalar, sual və istifsar eyləsə ki, çün məqsud külli və qərəz əsli bu risalənin təlifindən və iş bu məqalənin təsnifindən insanın fəziləti və şərəfi və məziyyətinə ilə olduğun tənbih və elam və təbyun-i ifhamıdır. Pəs bu təklifat, ibarat و təəssüfat istiarat nədir? Məhəza sən ki dəryای insafidən mü'tərifsən bunun afət və rahi məxafət olduğuna müqirr və mü'tərifsən. Nitekim bunun bəyani və bu müddeanın bürhani məqalə-i münaziratidə cəlsə, məqalə-i münaziratidə cəlsə gərəkdir etizar oldur ki, insan surət və məni ilə tərkib olmuş bir tilismidir. Bu haliyyətünün əhəd-humasi ikisindən biri. Əhəd-humasi qalib olmaqla iki qismidir. Bir qismi təqəyyüd surətlə nazik məzac və müşkül əlacıdır. Daruyi təlxi bi təəbiyi şəhd و şəkər və bi tərbiyi mişk و ənbər tənavül edəməzlər.
و bir qismi itlaq معنا ilə aşiq nəhad و deryadil و mestane təb و divanə xəsaildir. Şül səbəbdən ki sirişti mihnət و cəfa ilə müxəmmərdir daruy təlx و tə'mi zişti anun yanında şəhd şəkərdir. Bəli, Məsnəvi. Nitekim Məsnəvi və Mənəvi və Mevləvidə buyurulmuşdur. Məsnəvi buradan. Çünki در تو می شود لقمه جوهر تن مزن چندان که بتوانی بخر. چونکه در معدن شود پاکت پلید قفل بر خلق و پنهان کن کلید. Nəsr. Bu səbəbdəndir ki, qudəmai əhl inşa təşrifat zaid vəsf ilə və təəmmüqat fikr و vəzif ilə və təzyinat خارج الاعتدال ilə və əndazədən birun xədd و خال ilə çehr aralık və xudnumalık olunmadı. Nitekim suxan məşşatələri demişdir. Tamam. Dahi devam etme. Ağaz-ı kitab-ı şərəfül insan. Kitabın adı burada gəldi. Buradaymış. Ağaz-ı kitab-ı şərəfül insan və bəyan-ı xilqət Adəm əleyhissalatü-rəhman. Bismillahirrahmanirrahim. Əslində kitab buradan başlanır. Yəni kitab-ı şərəfül insan buradan başlanır. Buradan hamısı müqəddəmi idi. Dərdə dəyməyən deyildi əlbəttə, amma müqəddəmi idi. Bismillahirrahmanirrahim. Buradan fəqət bir zərrə oxuyacağam. Bir 2-3 dəqiqəlik ki, görüm kitab nə mənə deyir. Burada kim nə oldu? Bismillahirrahmanirrahim. Nami fəth است شاه عظیم نحن نقص عليك احسن القصص بما اوحینا الیک. Nami fəth است ز şah عظیم. Buradan bu cəsi nami şah. Şah yəni Allah. Allahın yazdığı kitabda belə yazıb. Nəhnu nəqussu əleyke əhsənil qisas bima avhayna ileyke hazal Qur'ani və in kunte min qablihi leminel gafilin velhamdülillahi rabbil alamin. Burada Allah peyğəmbərə deyir ki, sən və in kunte və sən var idin min qablihi leminel gafilin, gafillərdən var idin velhamdülillahi rabbil alamin. Və salatu ala seyyidina Muhammedin və alihi və əshabihi əcməin. Müvərrixan bəlağət ilm ki خامه‌ای زبان علمی علم بالقلم birlə münşiyan cəridə ma ləm təkun tə'ləmdür. Böyle yazmışlardır ki ol zamanı ki nə zaman var idi nə məkan və nə bəsit bəsat غیر o nə nöh qübbe-i eyvan minadən nişan nəzm açmamışdı göc şəfindən laleler. Saçmamışdı anə əncüm jaleler. Dahi sərçişlik yox idi ateşə. Gəlməmişdi bu be bad demişkə. Yox idi canində bəhrün istirab. Bura baş tapmadım. Gəlməmişdi yönə bad demişkinə dəmkeşə. Bad dəmkeşə. Gəlməmişdi bu be bad dəmkeşə. Buğdi yox idi canində bəhrün istirab. Uyur idi xoşfəna dəştidən ab. Uyur idi xoş fəna dəştində ab. Səzdə üçün ürməmişdi xakə ru. Murğ mahidə yox idi cüftücü. Cilvi naz eyləməzdi gül hənuz. Qılmaz idi nalələr bülbül hənuz. Qılmamışdı. Şeir buradan başladı. Əslində şeiri mən tərsi oxumuşam. Biraz qılmamışdı bəğrini purxun ənar. Daxi eyva olmamışdı. Dayı iyi olmamışdı zərduzab. Əsr əlindən
Əsr əlindən ağlamazdı qan ənəb, etməmişdi sinəsin bir yan rütəb. Hüsn-ü narindən oyanmamışdı şam, eşq razın didədən seçməzdi dəm. Gamzeler qılmazdı çeşmi meyfruş, olmamışdı daxirindən dərd nuş. Şəmilər roşən qalıb kaşanəyə, yıxmamışdı eşq odi pərvanəyə. Yakmamışdı eşq odi pərvanəyi. Neylərin canı tolub badi hava, eyləməzlərdi dərunindən ahva. Gəlməmişdi cuşa əmvacı şiyun, şivən də ola bilər, əlvacı şiyun, bəhr ənvar haqq idi bərsükun. Eləyib dəmkişi lük axəri bəhrizad, gəldi موج ürdü sərasər kainat. Yəni karxanə ibda və icad quruldu və 18.000 aləmə bir yer bünyad uruldu. Mühəndisan qəza və qədər bu 9 eyvani tərtib və nəqqaşani əşkal و surət bu 4 cövhəri tərkib edib ərş-i ibdaidə və فرش اختراعیده نقوش بدیعه و غریبه و اوضاع صنیعه و عجیبه ظهور etdi. القصه İnna kullu şeyin xalaqna bi qədərin hökmüncə əfrad kainatdan hər fərd və ahad mümkinatdan hər əhəd şəninə layiq və xilət surətlə müəyyən və halinə müvafiq. Tamam, bura gedir, daha görürük ki kitap biraz şeye düştü, yani intizama düştü. Buradan bu yüzden gedir əsli kitap başlır. Bu günləri taza kitaplar indirdik. Mən baxaram bunlara əlbəttə. Və biraz ömrümüzü o kitapları indirməkdə sərf elədik bu günləri. Şükür olsun bir fikrim 30-40 kitap indirdik. Bir kitabı başladıq oxumağa, adı Şərəfi İnsan. Bu kitab 1210-cu illi hicri qəməridə nüsxəsi yazılıbdır. O nüsxə bizim əlimizdədir. Amma əsli kitab yazan adı Məhmud ibn Osman ibn Ali ibn İlyasdır ki, Sultan Süleyman Qanuni çağında yaşırmış və kitabın sonunda özü tarix qoyubdur ki, 972-ci ildə bu kitabı yazıbdır və verib sultana. Amma Sultan Süleyman Qanuni 900-cü ildə doğulubdur, 974-cü ildə Allahın rəhmətinə gedibdir. Bu kitab düşür onun zamanına, doğru da görünür. Amma calib budur ki, o zaman ki bu adamın adını, yəni Məhmud ibn Osman ibn Ali ibn İlyasın adını axtardıq ChatGPT-də. ChatGPT dedi, mən tamam mənabiyə axtardım, İngilisi, ərəb, farsı. Onlarda belə bir şəxs yoxdur. Bir dana kitabın içində neçinci səhifədə idi? Bir səhifələrin birində, 13-cü səhifəsində bir şey yazmışdı. Yazmışdı ki, bu kitabı Səni Səlasə və Səlasinə və Tisəmiə, yəni 933 tarixini qoyub orada. Burada əcəba bu kitabı o tarixdə yazıbdı. Mən orasını bir də baxmalıyam əslində. Görüm ki, qəziyyə nədir? Yəni biraz şəkkə düşdüm, düzünü axtarsınız. 13 PDF-ə gedək. Əcəb 13 PDF idi ya 13-cü səhifəsi kitabın burada 10-cudur bu. Gedək 10, 11, 12 13-cü səhifəsinə. Calibdir ki, burada yazıb 13, amma mən 14. İstirdim bir də bunu oxuyam, mütməyin olam ki,
beləsi bir şey, amma nədən isə indi görmürəm. Özümüz yazdığımı görmürəm. Yəni oxuduğumu indi 13. Tamam, gəldik burada 13-ə. Mən yadımda olan bu birisi səhifədə, yəni tək səhifəsində olacaq, amma Allah Allah. Burada sultanın adı burada gəlir, tamam. Burada kitabın, mən gərək 13-cü kitabın getmişəm o cütünə, gərək tərk səfəsinə özüm yazmışam. Burada da yazım ki, burada da üstə yazım ki, PDF-də 7-ci səhifə, tamam. Onu da yazım ki, biliyor. Tarixi səneyi burada yazıb ki, mucibi səbəbi təhriri il məqalə və mucibi təsdiri il risalə. Tarixi səneyi sələsə və sələsinə və tis'ə ki, müddəti ömrü giranmayi 50. Özünün 55 yaşı var. Tamam. Özünün 55 yaşı var. Yəni yazarın 55 yaşı var və bu kitabı bu tarixdə, yəni səneyi saldiyata il 933-cü ildə bu adam bu kitabı başlayır yazmağa və özünün 55 yaşı var yazarın. Tamam. O müşkülü həll elədik. Yəni o müşkül iş orada mənə gəlmişdi. O belə həll oldu ki, tarixi səneyi sələsə və sələsinə və tis'ə ki, müddəti ömrü giranmayi 55 və ətayay həqdən və hədayay cəvad mütləqdən bu dünyayı sepəncidə mizani 3-5 gün deyirik, sepənc odur. Sepəncidə mizani təbiət cövhərsənc olub, həzar gənc birənc ərişmişdi. Tamam, getdik buradan çıxaq. Hər halda kitabı bu günləri çox gözəl bir kitabla tanış olduq. Çox ədəbi və ərəbi sözlərdən çox işlədən bir kitabdır. Yəni bu kitab bəlkə 4-cü kitabdır ki, bu qədər çətin yazıb və ərəb sözünü çox işlədibdir. Burada bu kitab birinci kitab ki, şeiri farsını, farsca şeiri də çox işlədibdir. Əlbəttə biz müqəddəməni oxuduq. Yəni əsli kitab ki, təəssüflə yazmadım neçinci səhifədə əsli kitaba gedir. Onu kaş yazaydım. Görəydik ki, hangi səhifədə o. Bəli, buradan başlanır. Yəni kitabın əsli başlanmaq yeri PDF-in 20-ci səhifəsinə. Burada yazın, burada kitabın müqəddəməsi PDF-in 10-cu səhifəsində. 10-cu səhifəsindədir. Sində qurtarır və kitab başlanır. Kitabın əsli başlanır. Tamam. Allaha min mərtəbə şükür olsun ki, bu günləri bizə daha bir gün fürsət verdi, ömür verdi və biz eləyə bildik bu günləri. Bir dənə bu cür bir kitabla Türk dünyasında yaranmış bir kitabla tanış olaq. Kitabın adı Şərəf-i İnsandır. Çox mühümdür. Mən hər halda istirdim ki, görün bu şərəf görən nədir, nə tərif edir. Qalsın inşallah ki, bunu oxuyarıq bir zamanlar və bilərik. Bizim dədələrimiz bizim bir şeyləri məna eləyiblər, bizim üçün yadigar qoyublar. O bizim tarixdən aldığımız mirasdır. Dədələrimizin bizə qoyduğu mirasdır. Sağ olun.